Bozkurt. Bu ləqəb 90-cı illərdə Azərbaycanda qorxu və hörmət oyatırdı. İskəndər Həmidov, tapança ilə efirə çıxan, jurnalistləri hədələyən, heç kimdən qorxmayan Daxili İşlər naziri. Onun adını eşidəndə insanlar titriyirdi. Amma 2008-ci ilin dekabrında, məhz o məşhum gecədə, bu dəmir iradəli general tamamilə başqa bir insana çevrildi. Nə baş verdi? Hansı qüvvə onu sındıra bildi? Kameranın divarları arxasında nələr baş verirdi ki, səhərə yaxın mühafizəçilər onun ağrılı səslərini eşitdilər. Bəzilər deyir ki, onu fiziki işgəncələrə məruz qoydular. Digərləri isə iddia edir ki, ona elə bir şey göstərdilər ki, onun ruhu tamamilə sındı. Üçüncü versiya isə daha qorxuludur. Ona ailə üzvlərindən birinin həyatı ilə hədə-qorxu gəldilər. Hansı versiya doğrudur? Bu gecə siz həqiqət öyrənəcəksiniz. 18-ci kamera Bakı təcridxanasının ən təcrid olunmuş hissəsində yerləşirdi. Buraya yalnız xüsusi icazəsi olan mühafizəçilər daxil ola bilərdi. Kameranın divarları qalın beton idi və heç bir səs kənara sızmamalı idi. Amma o gecə 20-11-ci dekabrda bir şey dəyişdi. Növbətçi mühafizəçi Rəşad Məmmədov, o vaxt 24 yaşında gənc zabit, bugün ilk dəfə danışmağa razılaşdı. Onun əlləri hələ də titrəyir bu hadisəni xatırlayanda. Mən o gecə növbədə idim, deyir Rəşad müəllim. Saat təxminən gecə yarısından sonra idi. Birdən eşitdim ki, 18-ci kameradan qəribə səslər gəlir. Sanki kimsə ağlayırdı. Amma bu adi ağlamaq deyildi. Bu, bir insanın ruhunun qırıldığı andakı səs idi. Rəşad müəllim o gecə kameraya yaxınlaşmaq istəyib, amma ona qadağan olunub. Kim qadağan edib? Niyə ona kameraya baxmağa icazə verilməyib? Və ən əsası, o kamerada İskəndər Həmidovdan başqa kimlər var idi? Təsəvvür edin ki, siz 90-cı illərin Azərbaycanındasınız. Ölkə xaos içindədir. Qarabağ müharibəsi, iqtisadi böhran, siyasi qarışıqlıq. Və bu qaranlıq dövrdə bir adam var ki, hamı ondan qorxur. İskəndər Həmidov, Daxili İşlər naziri, Heydər Əliyevin ən yaxın adamlarından biri, Bozkurt ləqəbli general. O özünü toxunulmaz hesab edirdi. Onun əmri ilə insanlar həbs olunurdu, işdən çıxarılırdı. Bəziləri isə ölkədən qaçmağa məcbur edilirdi. İskəndər bəy öz gücünə o qədər inanırdı ki, bir dəfə canlı efirdə jurnalistin üzünə tapança çəkdi. Bu hadisə bütün ölkədə şok yaratdı. Amma heç kim ona toxuna bilmədi. Çünki o sistemin özü idi. O qanundan yuxarı idi. Bəs necə oldu ki, bu toxunulmaz adam bir gecədə tamamilə sındı? Nə baş verdi o məşhum gecədə? Kim və necə onu bu hala gətirdi? 2008-ci ilin noyabrında İskəndər Həmidov həbs edildi. Rəsmi ittiham, dövlət çevrilişinə cəhd. Amma hər kəs bilirdi ki, əsl səbəb başqa idi. O çox şey bilirdi, çox sir bilirdi. Və bu sirlər çox güclü insanları təhlükə altına qoya bilərdi. Ona görə də onu susturmaq lazım idi. Amma İskəndər Həmidov elə adam deyildi ki, asanlıqla susturulaydı. O özünü güclü hiss edirdi. Hətta həbsxanada belə o özünü nazir kimi aparırdı. Mühafizəçilərə əmr verirdi, xüsusi yemək tələb edirdi. Ziyarətçilərini seçirdi. İlk aylar o, heç kimin onu sındıra bilməyəcəyini inanırdı. Amma sistem səbirli idi. Sistem bilirdi ki, hər kəsin zəif nöqtəsi var. Və İskəndər Həmidovun da zəif nöqtəsi var idi. Ailə, övladları. Onun ən böyük qorxusu ailə üzvlərinin əziyyət çəkməsi idi. Və sistem məhz bu zəif nöqtəyə zərbə endirməyə hazırlaşırdı. Dekabrın 21-ci gecəsi İskəndər Həmidova qeyri-adi bir ziyarətçi gəldi. Bu ziyarət heç bir rəsmi protokolda qeyd olunmadı. Gələn şəxs gecə saat 11-ə yaxın təcridxanaya daxil oldu. Birbaşa 18-ci kameraya getdi və təxminən 1 saat orada qaldı. Mühafizəçilərə əmr verilmişdi ki, heç kim o koridora yaxınlaşmasın. Hətta növbətçi zabitə belə o gecə xüsusi otağa göndərildi. Kim idi bu silli ziyarətçi? Şahidlərin dediyinə görə o hərbi forma geyinmişdi. Amma heç bir dərəcə nişanı yox idi. Orta boylu, 50 yaşlarında, soyuq baxışlı bir kişi. O özü ilə qara portfel gətirmişdi. Portfeldə nə var idi? Sənədlərmi? Fotoşəkilləmi? Yoxsa başqa bir şey? Ziyarətçi kameradan çıxanda İskəndər Həmidov tamamilə başqa bir insan idi. Mühafizəçilər deyirlər ki, onun üzü ağappaq idi, əlləri titriyirdi və gözlərində dərin qorxu var idi. Nə danışıldı o kamerada? Nə göstərildi İskəndər Həmidova ki, o 1 saatda tamamilə sındı? Həmin gecədən sonra İskəndər Həmidov
heç vaxt əvvəlki İskəndər Həmidov olmadı. O artıq mühafizəçilərə əmr vermirdi. Xüsusi yemək tələb etmirdi. Ziyarətçi qəbul etmirdi. Sanki onun içindəki od sönmüşdü. Sanki onun ruhu əlindən alınmışdı. Keçmiş həbsxana psixoloqunun dediyinə görə, İskəndər Həmidov o gecədən sonra dərin depressiyaya düşdü. O saatlarla pəncərədən çölə baxırdı. Heç nə danışmırdı və gecələr çox pis yuxu görürdü. Bəzən gecə yarısı oyanıb qışqırırdı. Mühafizəçilər onun "Yox, yox, mən edə bilmərəm" deyə bağırdığını eşidirdilər. Nə edə bilməzdi? Nə istəyirdilər ondan? Və niyə o bu qədər qorxurdu? İskəndər Həmidovun şəxsi gündəliyində o 3 yoxa çıxan səhifədən əvvəlki səhifədə bir cümlə var idi. Bu cümlə çox şey izah edir. Mən heç vaxt düşünməmişdim ki, məni fiziki yox, mənəvi cəhətdən məhv edəcəklər. Onlar mənim ən dəyərli şeyimə toxundular. İndi mən artıq heç nə edə bilmərəm. Bu cümlədən sonra 3 səhifə yoxdur. 3 səhifə ki, orada nə yazıldığını yalnız 2 nəfər bilirdi. Və bu 2 nəfərdən biri artıq aramızda deyil. Digəri isə susur. Niyə susur? Nədən qorxur? Və bu 3 səhifədə nə yazılmışdı ki, onları məhv etmək lazım gəldi? 90-cı illərdə İskəndər Həmidov Azərbaycanın ən güclü adamlarından biri idi. Onun əmri ilə minlərlə insan həbs olundu. Onun imzası ilə yüzlərlə ailə dağıldı. O özünü Allah kimi hiss edirdi. Amma Allah belə yıxıla bilər. Və İskəndər Həmidov yıxıldı. Təkcə yıxılmadı, tamamilə məhv edildi. Onun şəxsiyyəti, iradəsi, qüruru, hamısı bir gecədə əlindən alındı. Necə? Kim? Niyə? Bu sualların cavabı o 3 yoxa çıxan səhifədə idi. Və biz bu gecə bu cavabları tapmağa çalışacağıq. İskəndər Həmidovun həbsxana həyatı ilk aylarda nisbətən rahat keçirdi. O xüsusi kamerada saxlanılırdı. Ona kitab oxumağa icazə verilirdi və hətta bəzi ziyarətçilər qəbul edə bilirdi. Amma dekabrın 21-ci gecəsindən sonra hər şey dəyişdi. Artıq ona heç bir ziyarətçi buraxılmırdı. Kitabları əlindən alındı. Hətta kağız və qələm belə verilmədi. Niyə? Nədən qorxurdular? İskəndər Həmidov nə bilirdi ki, onu bu qədər təcrid etmək lazım gəldi? Keçmiş həbsxana direktoru Elşad Quliyev, o vaxt 52 yaşında təcrübəli zabit, bugün ilk dəfə danışmağa razılaşdı. Onun dedikləri şok yaradır. Mənə yuxarıdan əmr gəldi, deyir Elşad müəllim. İskəndər Həmidovu tamamilə təcrid etmək lazım idi. Heç kim onunla danışmamalı idi. Heç kim ona heç nə verməməli idi. Hətta mühafizəçilər belə onunla söhbət etməməli idilər. Bu adi təcrid deyildi. Bu, psixoloji təzyiq idi. Məqsəd onu tamamilə sındırmaq idi. Amma niyə? Niyə İskəndər Həmidovu sındırmaq lazım idi? O artıq həbsxanadaydı. O artıq heç bir təhlükə yaratmırdı. Bəs niyə onu bu qədər əziyyət verirdilər? Cavab sadədir. İskəndər Həmidov çox şey bilirdi. O 90-cı illərin ən qaranlıq sirlərini bilirdi. O hansı siyasətçilərin hansı cinayətlərdə iştirak etdiyini bilirdi. O hansı biznesmenlərin hansı qanunsuz əməliyyatlar apardığını bilirdi. O hansı generalların hansı xəyanətlər etdiyini bilirdi. Və ən əsası, o bütün bunların sübutlarını saxlayırdı. Sənədlər, fotoşəkillər, audio yazılar, hamısı İskəndər Həmidovun şəxsi arxivində idi və sistem bu arxivi tapmaq istəyirdi. Amma İskəndər Həmidov arxivin yerini demir. O bilirdi ki, bu arxiv onun yeganə sığorta polisidir. Əgər o arxivin yerini desə, onu dərhal məhv edəcəklər. Ona görə də o susurdu və sistem onu danışdırmaq üçün hər yolu sınayırdı. Dekabrın 21-ci gecəsi gələn sirli ziyarətçi məhz bu məqsədlə gəlmişdi. O, İskəndər Həmidovu danışdırmaq üçün gəlmişdi. Amma o, fiziki işgəncə işlətmədi. O, daha təsirli bir üsul işlətdi. Psixoloji təzyiq. O, İskəndər Həmidova bir şey göstərdi. Nə göstərdi? Şahidlərin dediyinə görə, o portfeldən bir neçə fotoşəkil çıxardı və İskəndər Həmidovun qarşısına qoydu. Fotoşəkillərdə nə var idi? İskəndər Həmidovun ailə üzvləri, onun övladları, onun nəvələri. Amma bu adi ailə fotoşəkilləri deyildi. Bu fotoşəkillər xüsusi çəkilmişdi. Xüsusi yerlərdə, xüsusi vaxtlarda. Məqsəd aydın idi. İskəndər Həmidova göstərmək ki,
Onun ailə üzvləri nəzarət altındadır. Onlara istənilən vaxt toxuna bilərlər. Və əgər İskəndər Həmidov danışmasa, onlara toxunacaqlar. İskəndər Həmidov bu fotoşəkilləri görəndə tamamilə sındı. O, özünə edilən hər cür işgəncəyə dözə bilərdi, amma ailə üzvlərinə toxunulmasına dözə bilməzdi. Bu, onun ən böyük zəif nöqtəsi idi və sistem məhz bu zəif nöqtəyə zərbə endirmişdi. Ziyarətçi İskəndər Həmidova sadə bir sual verdi. Arxiv hardadır? İskəndər Həmidov cavab vermədi. Ziyarətçi ikinci fotoşəkil göstərdi. Bu dəfə fotoşəkildə İskəndər Həmidovun kiçik nəvəsi var idi. Uşaq məktəbdən evə gedirdi. Tək. Heç kim yanında yox idi. Mesaj aydın idi. Ziyarətçi yenə soruşdu. Arxiv hardadır? İskəndər Həmidov yenə cavab vermədi, amma bu dəfə onun səsi titrəyirdi. Ziyarətçi üçüncü fotoşəkil göstərdi. Bu fotoşəkildə İskəndər Həmidovun qızı var idi. O evdə idi. Pəncərə açıq idi. Mesaj daha da aydın idi. Ziyarətçi üçüncü dəfə soruşdu. Arxiv hardadır? Və bu dəfə İskəndər Həmidov cavab verdi. Amma o, arxivin yerini demədi. O başqa bir şey dedi. O dedi ki, arxiv təhlükəsiz yerdədir və əgər ona və ya ailə üzvlərinə bir şey olarsa, arxiv avtomatik olaraq açıqlanacaq. Bu yalan idi. Heç bir avtomatik sistem yox idi. Amma İskəndər Həmidov başqa nə edə bilərdi? O, vaxt qazanmağa çalışırdı. O, ailə üzvlərini qorumağa çalışırdı. O, ümid edirdi ki, bəlkə bir şey dəyişər. Bəlkə kimsə ona kömək edər. Bəlkə sistem onu rahat buraxar. Amma sistem rahat buraxmadı. Ziyarətçi İskəndər Həmidovun yalanını dərhal başa düşdü. O, soyuq bir təbəssümlə dedi. Siz yalan danışırsınız və bu yalan sizə və ailənizə çox baha başa gələcək. Sonra o, portfelindən bir sənəd çıxardı və İskəndər Həmidovun qarşısına qoydu. Bu sənəd İskəndər Həmidovun ən böyük qorxusunu təsdiqləyirdi. Sənəddə yazılmışdı ki, əgər İskəndər Həmidov əməkdaşlıq etməsə, onun ailə üzvləri müxtəlif cinayət işlərinə cəlb olunacaqlar. Onlar həbs olunacaqlar. Onlar məhkəməyə veriləcəklər. Onlar həbsxanaya düşəcəklər və heç kim onları qoruya bilməyəcək. İskəndər Həmidov bu sənədi oxuyanda tamamilə çökdü. O başa düşdü ki, sistem ona və ailəsinə qarşı tam müharibə elan edib. O başa düşdü ki, artıq heç bir çıxış yolu yoxdur. O, ya arxivin yerini deyəcək və özünü məhv edəcək, ya da susacaq və ailə üzvlərinin məhv olmasına baxacaq. Bu dəhşətli bir seçim idi və İskəndər Həmidov bu seçimi edə bilmirdi. O, oturub ağlamağa başladı. 60 yaşlı general, keçmişdə heç kimdən qorxmayan Bozqurd, indi kamera küncdə oturub uşaq kimi ağlayırdı. Ziyarətçi heç nə demədi. O sadəcə ayağa qalxdı, portfelini götürdü və kameradan çıxdı. Qapıda dayanıb son dəfə dedi. Sizdə 3 gün vaxt var. 3 gündən sonra mən yenə gələcəyəm və o zaman cavab almalıyam. Sonra qapı bağlandı və İskəndər Həmidov tək qaldı. Həmin gecə İskəndər Həmidov heç yatmadı. O saatlarla kamerada gəzindi. O özü ilə danışdı. O ağladı. O qışqırdı. Mühafizəçilər onun səsini eşidirdilər, amma heç kim kameraya daxil olmadı. Onlara əmr verilmişdi. İskəndər Həmidovu tək buraxın. Qoy o düşünsün. Qoy o qərar versin. Qoy o başa düşsün ki, artıq heç bir çıxış yolu yoxdur. Və İskəndər Həmidov başa düşdü. O başa düşdü ki, sistem onu tamamilə sındırıb. O başa düşdü ki, artıq heç bir ümid yoxdur. O başa düşdü ki, ya özünü qurban verəcək, ya da ailə üzvlərini. Və o, özünü qurban verməyi seçdi. Səhər tezdən İskəndər Həmidov mühafizəçini çağırdı və dedi ki, o danışmağa hazırdır. Mühafizəçi dərhal yuxarı məlumat verdi və bir neçə saat sonra həmin sirli ziyarətçi yenidən gəldi. Bu dəfə İskəndər Həmidov müqavimət göstərmədi. O, arxivin yerini dedi. O, sənədlərin harda saxlandığını dedi. O, audio yazıların harda olduğunu dedi. O, fotoşəkillərin harda gizlədildiyini dedi. O, hər şey dedi və ziyarətçi hər şeyi qeyd etdi. Sonra o, İskəndər Həmidova bir sənəd verdi və dedi, imzalayın. Sənəddə yazılmışdı ki, İskəndər Həmidov öz iradəsi ilə bütün məlumatları təqdim edir və heç bir iddiası yoxdur. İskəndər Həmidov sənədi oxumadı belə. O, sadəcə imzaladı. Çünki o, artıq heç nə hiss etmirdi. O, artıq heç nə düşünmürdü. O, sadəcə istəyirdi ki,
bu əzab bitsin. Amma əzab bitmədi. Ziyarətçi getdikdən sonra İskəndər Həmidov öz gündəliyini götürdü və yazmağa başladı. O 3 səhifə yazdı. 3 səhifədə o hər şeyi yazdı. O gecə nə baş verdiyini, ona nə göstərildiyini, nə hiss etdiyini, necə sındığını, necə ağladığını, necə yalvardığını. O hər şeyi yazdı. Çünki o istəyirdi ki, kimsə bilsin, kimsə başa düşsün, kimsə görüb ki, onu necə məhv etdilər. Amma bu 3 səhifə heç vaxt kənara çıxmadı. Bir neçə gün sonra həbsxana əməkdaşları İskəndər Həmidovun gündəliyini yoxladılar və həmin 3 səhifəni tapdılar. Onlar dərhal bu səhifələri götürdülər və məhv etdilər. Çünki bu səhifələrdə yazılanlar çox təhlükəli idi. Bu səhifələr sistemin ən qaranlıq sirlərini ifşa edirdi. Bu səhifələr göstərirdi ki, sistem necə işləyir, necə insanları sındırır, necə ailələri hədə-qorxu gəlir, necə hər şeyi nəzarət altında saxlayır. Və sistem istəmirdi ki, bu sirlər açıqlansın. İndi sual yaranır. O 3 səhifənin surəti qalıbmı? Kimsə o səhifələri oxuyubmu? Və əgər oxuyubsa, o məlumatlar indi hardadır? Biz bu sualların cavabını axtarırıq və bəlkə də tezliklə tapacağıq. Çünki keçmiş həbsxana əməkdaşlarından biri iddia edir ki, o həmin səhifələrin surətini çıxarıb. O bu surəti təhlükəsiz yerdə saxlayır və o hazırdır ki, düzgün vaxt gələndə bu surəti açıqlasın. Düzgün vaxt nə vaxtdır və o adam kim? Biz bunu da öyrənəcəyik. İskəndər Həmidovun həbsxana həyatının ilk illərində onunla bağlı çox qəribə hadisələr baş verirdi. Bəzi gecələr ona xüsusi ziyarətçilər gəlirdi. Bu ziyarətçilər heç bir rəsmi qeydiyyatdan keçmirdilər. Onlar gecə gəlir, bir neçə saat İskəndər Həmidovla danışır və səssiz-səmirsiz gedirdilər. Kim idilər bu insanlar? Nə istəyirdilər İskəndər Həmidovdan? Və niyə bu görüşlər heç bir sənəddə qeyd olunmurdu? Keçmiş mühafizəçi Vüqar Əliyev, o vaxt 28 yaşında gənc zabit, bugün ilk dəfə bu sirli ziyarətçilər haqqında danışmağa razılaşdı. Onun dedikləri çox maraqlıdır. Mən təxminən 5-6 dəfə belə ziyarətçilər gördüm, deyir Vüqar müəllim. Onlar həmişə gecə gəlirdilər. Həmişə qara maşınlarla. Maşınların nömrə nişanları ya yox idi, ya da örtülü idi. Onlar həbsxanaya daxil olarkən heç kəslə salamlaşmırdılar. Birbaşa İskəndər Həmidovun kamerasına gedirdilər. Bir neçə saat orada qalırdılar. Sonra çıxıb gedirdilər. Heç bir söz demədən. Amma bu ziyarətçilər nə danışırdılar İskəndər Həmidovla? Vüqar müəllim deyir ki, bir dəfə o təsadüfən onların danışığını eşidib. Mən koridorda dayanmışdım, deyir o. Qapı biraz aralı idi. Eşitdim ki, ziyarətçi İskəndər Həmidovdan bir şey tələb edir. O deyirdi, siz hələ də hər şey deməmsiz. Siz hələ də bir şey gizlədirsiniz. Və biz bilirik ki, siz nə gizlədirsiniz. Əgər siz könüllü desəniz yaxşı olar. Əgər deməsəniz, biz başqa üsullar işlədəcəyik. İskəndər Həmidov nə cavab verdi? Vüqar müəllim deyir ki, İskəndər Həmidov çox yorğun səslə dedi. Mən artıq hər şeyi dedim. Məndə deyəcək başqa heç nə qalmayıb. Amma ziyarətçi inanmadı. O dedi, yox, siz hələ də bir şey gizlədirsiniz və biz tapacağıq. İstər siz deyin, istərsə də deməyin. Bu danışıqdan sonra İskəndər Həmidov daha da pisləşdi. O artıq heç yemək yemirdi. Çəkisi kəskin düşdü. Saçları tamamilə ağardı. Gözlərinin altında qara dairələr yarandı. O sanki canlı meyit kimi görünürdü. Həbsxana həkimi narahat oldu və yuxarı məlumat verdi ki, İskəndər Həmidovun vəziyyəti çox pisdir və ona tibbi yardım lazımdır. Amma yuxarıdan cavab gəldi. Heç bir tibbi yardım verilməsin. Qoy o düşünsün. Qoy o yadına düşsün ki, hələ də nəsə gizlədir. Qoy o başa düşsün ki, əgər danışmasa, vəziyyəti daha da pisləşəcək. 2009-cu ilin yanvarında İskəndər Həmidova yenə bir sirli ziyarətçi gəldi. Bu dəfə ziyarətçi özü ilə bir çamadan gətirmişdi. Çamadanda nə var idi? Mühafizəçilər bilmirdilər. Onlara əmr verilmişdi ki, ziyarətçini yoxlamadan buraxsınlar. Ziyarətçi kameraya daxil oldu və qapını arxadan bağladı. O təxminən 2 saat orada qaldı. Bu 2 saat ərzində kameradan heç bir səs gəlmədi. Tam sükut. Mühafizəçilər narahat oldular. Onlar düşündülər ki, bəlkə İskəndər Həmidova bir şey olub. Amma onlar kameraya daxil olmağa cəsarət etmədilər. Çünki onlara əmr verilmişdi. Nə olursa olsun, kameraya daxil olmayın. 2 saatdan sonra qapı açıldı və ziyarətçi çıxdı.
O çamadanı götürdü və getdi. Mühafizəçilər dərhal kameraya baxdılar. İskəndər Həmidov döşəməyə oturmuşdu. Üzü ağappaq idi. Əlləri titrəyirdi. Gözləri boş-boş bir nöqtəyə baxırdı. Mühafizəçilər ona müraciət etdilər. İskəndər bəy, siz yaxşısınız? İskəndər Həmidov cavab vermədi. O sanki heç eşitmir. Mühafizəçilər onu ayağa qaldırmağa çalışdılar. Amma o müqavimət göstərdi. O qışqırdı. Toxunmayın mənə. Gedib. Hamınız gedin. Mühafizəçilər çıxdılar və qapını bağladılar. İskəndər Həmidov tək qaldı və o gecə bütün həbsxana onun qışqırıqlarını eşitdi. Nə baş vermişdi o kamerada? Ziyarətçi İskəndər Həmidova nə göstərmişdi? Nə demişdi? Nə etmişdi? Biz bunu bilmirik. Amma bilirik ki, o gecədən sonra İskəndər Həmidov tamamilə dəyişdi. O artıq heç kimlə danışmırdı. Heç nəyə maraq göstərmirdi. Sanki onun ruhu bədənindən çıxmışdı. Sanki o artıq canlı deyildi. Həbsxana psixoloqunun dediyinə görə, İskəndər Həmidov dərin travma keçirmişdi. Amma bu travmanın səbəbi nə idi? Psixoloq bilmirdi. Çünki İskəndər Həmidov heç nə danışmırdı. O sadəcə susurdu. Və bu sükut illər boyu davam etdi. 2012-ci ildə İskəndər Həmidovun vəziyyəti bir qədər yaxşılaşdı. O yenidən danışmağa başladı. Yenidən yemək yeməyə başladı. Hətta bəzi ziyarətçilər qəbul etməyə razılaşdı. Amma o, heç vaxt o gecə haqqında danışmadı. Heç vaxt o sirli ziyarətçi haqqında danışmadı. Heç vaxt o çamadanda nə olduğu haqqında danışmadı. Niyə? Nədən qorxurdu? Ailə üzvlərindən biri deyir ki, İskəndər Həmidov bir dəfə ona demişdi. Bəzi şeyləri bilməmək daha yaxşıdır. Çünki bilirsənsə, yaşaya bilməzsən. Bu nə demək idi? İskəndər Həmidov nə bilirdi ki, yaşamağa mane olurdu? Və niyə o, bu sirri özü ilə apardı? 2022-ci ildə İskəndər Həmidov azadlığa çıxdı. 14 il həbsxanadan sonra o, tamamilə başqa bir insan idi. Fiziki cəhətdən zəif, mənəvi cəhətdən sınmış, ruhi cəhətdən məhv olmuş bir qoca. O artıq keçmişdəki bozqurd deyildi. O artıq heç kimdən qorxmayan nazir deyildi. O sadəcə yorğun, xəstə, tənha bir qoca idi. Jurnalistlər ona müsahibə vermək təklif etdilər. O rədd etdi. Siyasətçilər ona dəstək təklif etdilər. O rədd etdi. Hətta ailə üzvləri ondan keçmişi xatırlamağı xahiş etdilər. O rədd etdi. O sadəcə istəyirdi ki, hamı onu rahat buraxsın. O sadəcə istəyirdi ki, keçmişi unutsun. Amma keçmişi unutmaq mümkün deyildi. Çünki keçmiş hər gecə ona yuxularda gəlirdi. Hər gecə o məşum gecəni görürdü. Hər gecə o sirli ziyarətçini görürdü. Hər gecə o çamadanı görürdü. Və hər gecə o qışqıraraq oyanırdı. İndi İskəndər Həmidov yaşayır. Amma o həqiqətən yaşayırmı? Yoxsa sadəcə mövcuddur? O hər gün evdə oturur, pəncərədən çölə baxır və heç nə demir. Ailə üzvləri onunla danışmağa çalışırlar. Amma o cavab vermir. Sanki o başqa bir dünyadadır. Sanki o hələ də o kamerada, o məşum gecədə qalıb. Və bəlkə də həqiqətən belədir. Bəlkə də İskəndər Həmidovun bədəni azadlığa çıxıb, amma ruhu hələ də o kamerada, o gecədə qalıb. Və bəlkə də o heç vaxt oradan çıxa bilməyəcək. Amma biz hələ də suallar veririk. Biz hələ də cavablar axtarırıq. Biz hələ də bilmək istəyirik, o gecə nə baş verdi? O çamadanda nə var idi? O ziyarətçi kim idi? Və ən əsası, İskəndər Həmidov nə gizlədir ki, onu bu qədər əziyyət verdilər? Bu sualların cavabları var və biz bu cavabları tapacağıq. Çünki həqiqət həmişə üzə çıxır. Tez ya geç, amma üzə çıxır. Və İskəndər Həmidovun həqiqəti də üzə çıxacaq. Siz hazırsınızmı bu həqiqəti eşitməyə? Siz hazırsınızmı öyrənməyə ki, sistemin ən qaranlıq sirləri nələrdir? Siz hazırsınızmı görməyə ki, güc necə insanları məhv edir? Əgər hazırsınızsa, bizimlə qalın. Çünki bu hekayə hələ bitməyib. Bu yalnız başlanğıcdır. Mən heç vaxt düşünməmişdim ki, məni fiziki yox, mənəvi cəhətdən məhv edəcəklər. Bu cümlə İskəndər Həmidovun gündəliyində yazılıb və bu sözlər arxasında dəhşətli bir həqiqət gizlənir. Amma ən qorxunc sual budur. Məhv edənlər kim idi? Təkcə sistemin soyuq mexanizmi midir, yoxsa konkret insanlardır?
2013-cü ildə keçmiş Daxili İşlər Nazirliyinin əməkdaşlarından biri, adını açıqlamaq istəməyən şahid ilk dəfə danışmağa razılaşdı. Onun əlləri hələ də titrəyir bu xatirələri danışanda. Biz ona yoldaş deyirdik, deyir o, səsi boğulur. Biz onunla çiyin-çiyinə döyüşmüşdük. Amma sonra əmr gəldi, yuxarıdan əmr. Və biz başa düşdük ki, artıq o bizim yoldaşımız deyil, o düşməndir və düşməni məhv etmək lazımdır. Bu şahid İskəndər Həmidovun həbsxanada keçirdiyi ilk aylar haqqında dəhşətli faktlar açıqlayır. O deyir ki, İskəndər Həmidova qarşı xüsusi psixoloji proqram tətbiq edilib. Bu proqramın məqsədi sadə idi. Onu tamamilə sındırmaq, iradəsini qırmaq, şəxsiyyətini məhv etmək. Amma kim hazırlamışdı bu proqramı? Hansı psixoloqlar, hansı mütəxəssislər iştirak etmişdilər? Və ən əsası, niyə məhz İskəndər Həmidova qarşı bu qədər amansız üsullar işlədilirdi? Cavab sadədir. O çox şey bilirdi və bu bilik çox güclü insanlar üçün ölüm hökmü kimi təhlükəli idi. İskəndər Həmidovun həbsxana faylında bir qeyd var ki, bu qeyd hər şeyi izah edir. Qeyddə yazılıb, məhbus xüsusi nəzarət altında saxlanılmalıdır. Onunla aparılan hər söhbət qeydə alınmalıdır. Onun yazdığı hər söz yoxlanılmalıdır. Onun gördüyü hər yuxu təhlil edilməlidir. Bəli, siz düzgün eşitdiniz. Hətta onun yuxuları belə təhlil edilirdi. Necə? Hər səhər İskəndər Həmidovdan soruşurdular ki, gecə nə yuxu görüb? Və o cavab verməli idi. Əgər cavab verməsə, ona xüsusi dərman verilirdi ki, yuxularını danışmağa məcbur olsun. Bu elmi eksperiment deyildi. Bu işgəncə idi. Psixoloji işgəncə. Və bu işgəncə illər boyu davam etdi. İskəndər Həmidov hər gün biraz daha sınırdı. Hər gün biraz daha məhv olurdu. Hər gün biraz daha özündən uzaqlaşırdı. Və sistem məhz bunu istəyirdi. Sistem istəyirdi ki, İskəndər Həmidov tamamilə yox olsun. Fiziki yox, amma mənəvi cəhətdən. Çünki fiziki ölüm şəhid yarada bilərdi, amma mənəvi ölüm heç nə yaratmır. Sadəcə boş bir qabıq qalır və İskəndər Həmidov məhz bu boş qabığa çevrildi. Keçmiş həbsxana psixoloqunun dediyinə görə, İskəndər Həmidovla aparılan bu psixoloji əməliyyat Azərbaycan tarixində misli görünməmiş hadisə idi. Mən çox məhbuslarla işləmişəm, deyir psixoloq. Amma heç vaxt belə sistemli, belə dəqiq, belə amansız bir proqram görməmişdim. Bu sadə təzyiq deyildi. Bu elmi əsaslarla hazırlanmış məhv etmə proqramı idi. Hər addım hesablanmışdı, hər söz düşünülmüşdü, hər hərəkət planlaşdırılmışdı. Məqsəd aydın idi. İskəndər Həmidovu elə bir hala gətirmək ki, o özü istəsin məhv olmağı. Və sistem bu məqsədə çatdı. 2014-cü ilin martında İskəndər Həmidov intihar cəhd etdi. O kamerasında özünü asmağa çalışdı. Mühafizəçilər onu son anda xilas etdilər. Amma sual yaranır. Bu həqiqətən intihar cəhdi idi, yoxsa sistemin növbəti oyunu? Bəzi şahidlər deyirlər ki, İskəndər Həmidov heç vaxt intihar etmək istəməyib. Onlar deyirlər ki, bu saxta hadisə idi. Məqsəd isə İskəndər Həmidovu daha da sındırmaq, ona göstərmək ki, hətta ölmək belə onun ixtiyarında deyil. Hansı versiya doğrudur? Biz bilmirik. Amma bilirik ki, o hadisədən sonra İskəndər Həmidov tamamilə dəyişdi. O artıq heç bir müqavimət göstərmirdi. O artıq heç nə istəmirdi. O sadəcə mövcud idi və sistem məhz bunu istəyirdi. 2015-ci ildə İskəndər Həmidovun kamerasına yeni bir həmyaşıt gətirildi. Bu adi məhbus deyildi. Bu xüsusi təyinatlı adam idi. Onun vəzifəsi İskəndər Həmidovu izləmək, onunla söhbət etmək və hər şeyə yuxarı məlumat vermək idi. Bu adam, adını Rəşid qoyaq, bugün ilk dəfə həqiqəti danışmağa razılaşdı. Onun dedikləri şok yaradır. Mənə dedilər ki, İskəndər Həmidovla dost olmalıyam, deyir Rəşid. Mən ona inanmalıyam, o mənə inanmalıdır və sonra o mənə hər şey danışacaq. Bütün sirləri, bütün arxivləri, bütün gizli məlumatları. Mən 6 ay onunla bir kamerada yaşadım. 6 ay mən hər gün ona yaxınlaşmağa çalışdım. Amma o heç vaxt açılmadı. O heç vaxt mənə inanmadı. Çünki o artıq heç kimə inanmırdı, hətta özünə belə. Rəşid deyir ki, İskəndər Həmidov gecələr çox pis yuxular görürdü. O qışqırırdı, ağlayırdı, yalvarırdı. Amma səhər oyananda heç nə xatırlamırdı. Sanki onun beyni gecə baş verənləri silirdi. Sanki onun şuuru özünü qorumaq üçün xatirələri məhv edirdi. Rəşid bir dəfə İskəndər Həmidovdan soruşdu.
İskəndər bəy, siz gecə nə görürsüz yuxuda? İskəndər Həmidov ona baxdı və dedi, mən artıq yuxu görmürəm. Mən sadəcə qaranlıq görürəm. Sonsuz, dərin, qara qaranlıq. Bu cavab Rəşidi qorxutdu. Çünki o başa düşdü ki, İskəndər Həmidovun ruhu artıq yoxdur. O sadəcə bədəndir. Boş, soyuq, ölü bədən. 6 aydan sonra Rəşid kameradan çıxarıldı. O yuxarı məlumat verdi ki, İskəndər Həmidovdan heç bir məlumat əldə edə bilməyib. Çünki İskəndər Həmidov artıq heç nə danışmır. O sadəcə susur. Və bu sükut daha dəhşətlidir hər hansı sözlərdən. Sistem başa düşdü ki, İskəndər Həmidovu danışdırmaq mümkün deyil. Ona görə də sistem başqa strategiya seçdi. Əgər İskəndər Həmidov danışmırsa, onu tamamilə unutturmaq lazımdır. Cəmiyyətdən silmək lazımdır. Elə etmək lazımdır ki, heç kim onun adını çəkməsin. Heç kim onun haqqında düşünməsin. Heç kim onun mövcudluğunu xatırlamasın. Və sistem bunu etdi. 2016-cı ildən etibarən İskəndər Həmidov haqqında heç bir məlumat mediada görünmədi. Heç bir jurnalist onun haqqında yazmadı. Heç bir siyasətçi onun adını çəkmədi. O sanki heç vaxt mövcud olmamışdı. O sadəcə yox oldu. Və bu yox olma fiziki ölümdən daha dəhşətli idi. Çünki fiziki ölümdə ən azı xatirə qalır. Amma bu yox olmada heç xatirə belə qalmadı. İskəndər Həmidov canlı olaraq tarixdən silindi. Və bu sistemin ən böyük qələbəsi idi. İndi düşünün, bir insan necə tamamilə yox ola bilər? Necə canlı olaraq tarixdən silinə bilər? Cavab sadədir. Sistem istəyəndə hər şey mümkündür. Sistem istəyəndə sizi qəhrəman edə bilər. Sistem istəyəndə sizi cani edə bilər. Sistem istəyəndə sizi unutdura bilər. Və İskəndər Həmidov məhz bunu yaşadı. O əvvəl qəhrəman idi. Sonra cani oldu. Sonra isə tamamilə unuduldu. Və bu 3 mərhələ onun həyatını tamamilə məhv etdi. İndi o nə qəhrəmandır, nə canidir, nə də adi insandır. O sadəcə kölgədir. Keçmişin kölgəsi və bu kölgə heç vaxt işıqla qarşılaşmayacaq. Çünki sistem buna icazə verməyəcək. Sistem öz sirlərini qoruyur. Və İskəndər Həmidov bu sirlərdən biridir. Ən qaranlıq, ən dərin, ən təhlükəli sirlərdən biri. Siz hazırsınızmı bu sirri öyrənməyə? Siz hazırsınızmı görməyə ki, sistem necə işləyir? Siz hazırsınızmı başa düşməyə ki, güc necə insanları məhv edir? 2017-ci ilin may ayında İskəndər Həmidovun sağlamlıq vəziyyəti kəskin pisləşdi. Onun ürək problemi yarandı və təcili tibbi müdaxilə lazım idi. Həbsxana rəhbərliyi yuxarı məlumat verdi və cavab gözlədi. Cavab gəlmədi. 1 gün keçdi, 2 gün keçdi, 3 gün keçdi. İskəndər Həmidovun vəziyyəti getdikcə pisləşirdi. Həbsxana həkimi yenidən məlumat verdi. Əgər dərhal xəstəxanaya aparılmasa, o ölə bilər. Amma yuxarıdan yenə cavab gəlmədi. Niyə? Niyə sistemə İskəndər Həmidovun həyatı əhəmiyyət kəsb etmirdi? Cavab qorxuludur. Çünki sistem artıq qərar vermişdi. İskəndər Həmidov ya tamamilə danışacaq, ya da ölüb gedəcək. Üçüncü variant yoxdur. Və İskəndər Həmidov danışmırdı. Ona görə də sistem onu ölümə buraxırdı. Amma İskəndər Həmidov ölmədi. O 4 gün ağır vəziyyətdə yatdıqdan sonra özünə gəldi. Həbsxana həkimi bunu möcüzə adlandırdı. Amma bu möcüzə deyildi. Bu İskəndər Həmidovun daxilindəki son güc idi. O ölmək istəmirdi. Çünki o bilirdi ki, əgər ölsə, onun sirləri də onunla birlikdə ölüb gedəcək. Və o istəmirdi ki, bu sirlər ölsün. O istəyirdi ki, bir gün bu sirlər açıqlansın. Bir gün həqiqət üzə çıxsın. Bir gün hamı bilsin ki, sistemin arxasında nələr gizlənir. Həmin hadisədən sonra İskəndər Həmidova münasibət bir qədər dəyişdi. Ona tibbi yardım göstərilməyə başlandı. Dərmanlar verildi. Hətta xüsusi qida təmin edildi. Niyə? Niyə sistem birdən-birə qayğıkeş oldu? Keçmiş həbsxana əməkdaşlarından biri izah edir. Sistem başa düşdü ki, İskəndər Həmidov ölməməlidir, ən azı hələlik. Çünki onun ölümü suallar yarada bilərdi. İnsanlar soruşa bilərdi, niyə o həbsxanada öldü? Niyə ona tibbi yardım göstərilmədi? Niyə sistem onu xilas etmədi? Bu suallar təhlükəli idi. Ona görə də sistem qərar verdi. İskəndər Həmidov yaşamalıdır. Amma o yaşamalıdır elə bir şəkildə ki, heç kəs onun haqqında düşünməsin. Və sistem bunu etdi. İskəndər Həmidov yaşadı. Amma o elə yaşadı ki, sanki ölmüşdü.
O heç kimlə görüşmürdü, heç kimlə danışmırdı, heç nə etmirdi. O sadəcə kamerasında oturub divara baxırdı. Saatlarla, günlərlə, aylarla, illərlə. Və bu, ölümdən daha dəhşətli idi. 2018-ci ildə İskəndər Həmidovun kamerasında qəribə bir hadisə baş verdi. Gecə yarısı mühafizəçilər eşitdilər ki, İskəndər Həmidov kiminləsə danışır. Amma kamerada ondan başqa heç kim yox idi. Mühafizəçilər qapıya yaxınlaşdılar və dinlədilər. İskəndər Həmidov deyirdi: "Mən bilirəm ki, siz məni eşidirsiniz. Mən bilirəm ki, siz məni izləyirsiniz. Mən bilirəm ki, siz mənim hər sözümü qeyd edirsiniz. Amma mən artıq qorxmuram. Mən artıq heç nədən qorxmuram. Çünki məndə itirəcək heç nə qalmayıb. Siz məndən hər şeyi aldınız. Ailəmi, azadlığımı, şərəfimi, ləyaqətimi. Amma bir şey ala bilmədiniz. Həqiqəti. Həqiqət mənim içimdədir. Və bu həqiqət bir gün üzə çıxacaq. İstəsəniz də, istəməsəniz də." Mühafizəçilər bu sözləri eşidəndə qorxdular. Onlar dərhal yuxarı məlumat verdilər və səhər tezdən İskəndər Həmidovun kamerasına xüsusi komanda daxil oldu. Onlar kameranı başdan ayağa axtardılar. Hər künc, hər divar, hər döşəmə lövhəsi yoxlandı. Nə axtarırdılar? Gizli qeydlər, gizli sənədlər, gizli məlumatlar. Amma heç nə tapmadılar. Kamera tamamilə təmiz idi. Heç bir qeyd, heç bir sənəd, heç bir məlumat. İskəndər Həmidov sadəcə oturub onlara baxırdı. Üzündə qəribə bir təbəssüm var idi. Sanki o bir şey bilirdi ki, onlar bilmirdilər. Sanki o bir sirri var idi ki, onlar tapa bilməzdilər. Və bu təbəssüm komandanı daha da qorxutdu. Komanda çıxdıqdan sonra İskəndər Həmidov yenə divarla danışmağa başladı. "Siz heç nə tapa bilməzdiniz," deyirdi o. "Çünki axtardığınız şey burada deyil. O başqa yerdədir. Təhlükəsiz yerdədir. Və bir gün o üzə çıxacaq. Mən ölsəm belə, o üzə çıxacaq. Çünki mən hər şeyi planlaşdırmışam, hər şeyi hazırlamışam və heç kim, heç bir sistem bu planı poza bilməz." Bu sözlər sistem üçün həyəcan siqnalı idi. Əgər İskəndər Həmidov doğrudan da bir plan hazırlayıbsa, əgər o həqiqətən də məlumatları təhlükəsiz yerdə saxlayırsa, əgər o həqiqətən də bu məlumatların üzə çıxması üçün mexanizm qurubsa, onda sistem böyük təhlükə qarşısındadır. Ona görə də sistem yenidən hərəkətə keçdi. İskəndər Həmidova yeni təzyiqlər başlandı. Amma bu dəfə təzyiqlər fərqli idi. Bu dəfə ona fiziki işgəncə yox, mənəvi təklif verildi. Ona deyildi: "Əgər sən arxivin yerini desən, biz sənə azadlıq verəcəyik. Sən evə gedəcəksən, ailənlə görüşəcəksən, normal həyat yaşayacaqsan. Sadəcə bir şərt var. Arxivin yerini de." İskəndər Həmidov bu təklifi eşidəndə güldü. Uzun müddətdən sonra ilk dəfə güldü və dedi: "Siz məni axmaq hesab edirsiniz? Siz düşünürsünüz ki, mən sizin sözünüzə inanacağam? Mən sizin kim olduğunuzu bilirəm. Mən sizin nə etdiyinizi bilirəm və mən heç vaxt sizə inanmayacağam." Sistem başa düşdü ki, İskəndər Həmidovu inandırmaq mümkün deyil. Ona görə də sistem son kartını oynadı. 2019-cu ilin sentyabrında İskəndər Həmidova ailə üzvlərindən biri ziyarətə gəldi. Bu onun qızı idi. O uzun müddətdən sonra ilk dəfə atasını görməyə gəlmişdi. İskəndər Həmidov qızını görəndə ağlamağa başladı. O qızını qucaqladı və dedi: "Mən səni çox darıxmışam." Qızı da ağlayırdı. Onlar təxminən 15 dəqiqə qucaqlaşıb ağladılar. Sonra qızı İskəndər Həmidova bir şey dedi. Nə dedi? Mühafizəçilər eşitmədi. Çünki onlar xüsusi otağa göndərilmişdilər. Amma ziyarətdən sonra İskəndər Həmidovun vəziyyəti yenidən pisləşdi. O yenə danışmağı dayandırdı. Yenə yemək yeməyi dayandırdı. Yenə hər şeyi dayandırdı. Nə demişdi qız ona? Nə eşitmişdi İskəndər Həmidov ki, yenidən sındı? Biz bunu bilmirik. Amma bilirik ki, o ziyarətdən sonra İskəndər Həmidov tamamilə dəyişdi. O artıq divarla belə danışmırdı. O artıq heç nə demirdi. O sadəcə susurdu. Və bu sükut ən dəhşətli sükut idi. 2022-ci ilin fevralında İskəndər Həmidov azadlığa buraxıldı. 14 il həbsxanadan sonra o nəhayət azad idi. Amma o həqiqətən azad idimi? O həbsxanadan çıxdı, amma həbsxana onun içindən çıxdımı? O evə getdi,
Amma evi ona ev kimi gəldimi? O, ailə üzvləri ilə görüşdü, amma onları tanıdı mı? Cavab, yox. İskəndər Həmidov fiziki cəhətdən azad idi, amma mənəvi cəhətdən hələ də həbsxanada idi. O hələ də o kamerada idi. O hələ də o məşum gecədə idi. O hələ də o sirli ziyarətçinin sözlərini eşidirdi. O hələ də o çamadanı görürdü. O hələ də o fotoşəkilləri xatırlayırdı. Və o, heç vaxt bunlardan qurtula bilməyəcəkdi. Çünki sistem onu elə məhv etmişdi ki, o heç vaxt əvvəlki İskəndər Həmidov ola bilməyəcəkdi. O həmişəlik sınmış qalacaqdı. Həmişəlik məhv olmuş qalacaqdı. Həmişəlik kölgə qalacaqdı. Və bu, sistemin ən böyük qələbəsi idi. Sistem İskəndər Həmidovu öldürmədi. Sistem onu daha pis bir şeyə məhkum etdi. Yaşamağa. Amma elə yaşamağa ki, hər gün ölüm istəyəcək. Hər gün əzab çəkəcək. Hər gün xatırlayacaq ki, o kim idi və indi kim oldu. Siz düşünün, bu ölümdən daha dəhşətli deyilmi? 2023-cü ilin martında bir qəribə hadisə baş verdi. İskəndər Həmidovun evinin qarşısında naməlum bir şəxs göründü. O hər gün səhər saat 9-da gəlir, küçə-küncdə dayanır və İskəndər Həmidovun evinin pəncərələrinə baxırdı. Saatlarla. Heç hərəkət etmədən, heç danışmadan, sadəcə baxırdı. Qonşular bunu polis idarəsinə bildirdilər. Polis gəldi və həmin şəxsi saxladı. Amma bir neçə saat sonra o buraxıldı. Niyə? Polis izahat vermədi. Sadəcə dedi, bu xüsusi tapşırıqdır. Xüsusi tapşırıq? Kimin tapşırığı? Niyə bu adam İskəndər Həmidovun evini izləyir? Ailə üzvləri qorxdular. Onlar İskəndər Həmidova dedilər, ata, bəlkə biz başqa yerə köçək. Bəlkə biz bu şəhəri tərk edək. İskəndər Həmidov başını tərpətdi və dedi, faydasızdır. Onlar hər yerdə bizim arxamızca gələcəklər. Onlar heç vaxt bizim rahat yaşamağımıza icazə verməyəcəklər. Çünki onlar qorxurlar. Onlar qorxurlar ki, mən danışacağam. Onlar qorxurlar ki, mən həqiqəti açıqlayacağam. Onlar qorxurlar ki, mən onların sirlərini ifşa edəcəyəm. Amma İskəndər Həmidov danışmırdı. O heç nə açıqlamırdı. O heç bir sirri ifşa etmirdi. Bəs niyə sistem hələ də onu izləyirdi? Cavab sadədir. Sistem inanmırdı. Sistem düşünürdü ki, İskəndər Həmidov bir gün danışacaq, bir gün zəifləyəcək, bir gün sındırılacaq və o gün gələndə sistem hazır olmalı idi. Həmin naməlum şəxs hər gün gəlməyə davam etdi. Mart ayı keçdi, aprel ayı keçdi, may ayı keçdi. O hələ də gəlirdi, hələ də baxırdı, hələ də izləyirdi. İskəndər Həmidovun ailə üzvləri artıq adət etmişdilər. Onlar artıq ona diqqət yetirmirdilər. Amma İskəndər Həmidov diqqət yetirirdi. O hər gün pəncərədən ona baxırdı. O bilirdi ki, bu adam sadəcə müşahidəçi deyil. Bu adam mesajdır. Sistemin mesajı. Mesaj sadədir. Biz səni izləyirik. Biz səni unutmamışıq. Biz hər an hazırıq. Və İskəndər Həmidov bu mesajı başa düşürdü. O bilirdi ki, sistem heç vaxt onu rahat buraxmayacaq. Sistem heç vaxt onu unutmayacaq. Sistem heç vaxt ona güvənməyəcək. Çünki sistem bilir ki, İskəndər Həmidov hələ də bir şey gizlədir. Hələ də bir sirri var. Hələ də bir arxivi var. Və bu arxiv sistemin ən böyük qorxusudur. İyun ayının 15-ci günü naməlum şəxs yenə gəldi. Amma bu dəfə o tək deyildi. Onunla birlikdə başqa bir adam var idi. Orta boylu, qara geyimli, gözlüklü bir kişi. Onlar İskəndər Həmidovun evinin qarşısında dayandılar və danışmağa başladılar. Qonşulardan biri onların danışığını eşitdi. Gözlüklü kişi deyirdi, biz artıq gözləyə bilmərik. Biz hərəkət etməliyik. Biz ona başa salmalıyıq ki, o təhlükədədir. Ailə üzvləri təhlükədədir. Hər kəs təhlükədədir. Əgər o danışmasa, biz başqa üsullar işlədəcəyik. Başqa üsullar? Nə üsullar? Qonşu qorxdu və dərhal İskəndər Həmidovun ailəsinə xəbər verdi. Ailə üzvləri polisə zəng etdilər, amma polis gəlmədi. Onlar dəfələrlə zəng etdilər, amma heç kim cavab vermədi. Niyə? Niyə polis kömək etmirdi? Cavab qorxuludur. Çünki polis də sistemin bir hissəsidir. Və sistem qərar vermişdi. İskəndər Həmidova təzyiq davam etməlidir. Həmin gecə İskəndər Həmidovun evinin qapısı döyüldü.
Gecə yarısı. Hamı yatmışdı. Qapı döyüldü. Bir dəfə, iki dəfə, üç dəfə. İskəndər Həmidovun qızı qorxu ilə qapıya yaxınlaşdı və soruşdu. Kim var? Cavab gəlmədi. Qapı yenə döyüldü. Daha güclü, daha qəzəbli. Qız qışqırdı. Mən polisə zəng edəcəm. Amma qapının arxasından səs gəldi. Polisə zəng etməyin. Biz polisdən güclüyük. Bu sözlər qızı dondurdu. Kim idi bu insanlar? Nə istəyirdilər? Qız İskəndər Həmidovun otağına qaçdı və dedi. Ata, qapıda kimsə var. Onlar deyirlər ki, polisdən güclüdürlər. İskəndər Həmidov heç təəccüblənmədi. O sanki bunu gözləyirdi. O yavaşca ayağa qalxdı, qızına baxdı və dedi. Qorxma, onlar mənə heç nə edə bilməzlər. Çünki mən artıq ölüyəm. Onlar ölünü öldürə bilməzlər. Sonra o qapıya tərəf getdi. Qızı onu saxlamağa çalışdı. Amma o, onun əlini yavaşca itələdi və dedi. Burada qal. Nə olursa olsun, bu otaqdan çıxma. Sonra o qapını açdı. Qapının arxasında iki nəfər dayanmışdı. Biri həmin naməlum şəxs idi. Digəri isə gözlüklü kişi. Onlar İskəndər Həmidova baxdılar və heç nə demədilər. Sadəcə baxdılar. Uzun müddət. Sonra gözlüklü kişi danışdı. İskəndər bəy, biz danışmalıyıq. İskəndər Həmidov cavab verdi. Bizim danışacaq heç nə yoxdur. Gözlüklü kişi təbəssüm etdi. Əksinə, bizim çox danışacağımız var. Məsələn, arxiv haqqında. Məsələn, sənədlər haqqında. Məsələn, sizin planınız haqqında. İskəndər Həmidov heç hərəkət etmədi. O sadəcə onlara baxırdı. Gözlüklü kişi davam etdi. Biz bilirik ki, siz bir şey planlaşdırmısınız. Biz bilirik ki, siz arxivi təhlükəsiz yerdə saxlayırsınız. Biz bilirik ki, siz istəyirsiniz ki, bu arxiv bir gün üzə çıxsın. Amma biz sizə bir şey deyək. Bu heç vaxt baş verməyəcək. Çünki biz hər şeyi nəzarət altında saxlayırıq. Biz hər addımınızı izləyirik. Biz hər planınızı bilirik və biz sizə icazə verməyəcəyik. İskəndər Həmidov yenə cavab vermədi. Gözlüklü kişi bir addım irəli atdı və dedi. Amma biz sizə bir şans veririk. Son şans. Əgər siz bizə arxivin yerini desəniz, biz sizi rahat buraxacağıq. Ailənizi rahat buraxacağıq. Hər kəsi rahat buraxacağıq. Əks halda o cümləni bitirmədi. Amma mesaj aydın idi. İskəndər Həmidov uzun müddət sustu. Sonra o danışdı. Onun səsi sakit idi. Çox sakit. Qorxunc dərəcədə sakit. Mən sizə heç nə deməyəcəm, dedi o. Çünki mən artıq qorxmuram. Siz məndən hər şeyi aldınız. Amma bir şey ala bilmədiniz. Həqiqəti. Və bu həqiqət bir gün üzə çıxacaq. Mən ölsəm belə, o üzə çıxacaq. Çünki mən hər şeyi planlaşdırmışam. Və heç kim, heç bir sistem bu planı poza bilməz. İndi gedin. Və bir daha bu evə gəlməyin. Gözlüklü kişi İskəndər Həmidova uzun müddət baxdı. Sonra o başını buladı və dedi. Siz səhv edirsiniz. Böyük səhv. Və bu səhv sizə çox baha başa gələcək. Sonra o dönüb getdi. Naməlum şəxs də onun arxasınca getdi. Qapı bağlandı. İskəndər Həmidov qapının arxasında dayandı. Onun əlləri titrəyirdi. Amma üzündə qəribə bir təbəssüm var idi. Sanki o bir şey bilirdi ki, onlar bilmirdilər. Sanki o qələbə qazanmışdı. Amma hansı qələbə? Və bu qələbənin qiyməti nə idi? Biz bunu bilmirik. Amma tezliklə öyrənəcəyik. Çünki İskəndər Həmidovun hekayəsi hələ bitməyib. O hələ davam edir. Və ən maraqlı hissə indi başlayır. Siz hazırsınızmı? Təsəvvür edin ki, siz 12 nəfərdən ibarət qrupun üzvüsünüz. Və bu qrup İskəndər Həmidov haqqında hər şey bilir. Onun hər tibbi sənədini, hər qaçış planını, Bakının altında uzanan hər gizli tuneli. İndi təsəvvür edin ki, seçim etməlisiniz. Ya öz həyatınızı xilas edəcəksiniz, ya da ali rəhbərinizə sadiq qalacaqsınız. 22 dekabr 1989-cu ildə bu 12 nəfər qərar verdilər. Və bu qərar bütün Azərbaycan tarixini dəyişdi. Amma bu qərarı verməyə onları nə məcbur etdi? 2023-cü ilin iyulunda keçmiş Daxili İşlər Nazirliyinin xüsusi qrupunun üzvlərindən biri, adını Elxan qoyaq, ilk dəfə danışmağa razılaşdı. Onun əlləri hələ də titrəyir bu xatirələri danışanda. Biz ona qrup 0 deyirdik, deyir Elxan, səsi boğulur. Bizə deyilmişdi ki, İskəndər Həmidov haqqında bildiyimiz hər şey dövlət sirridir. Onun tibbi vəziyyəti, onun ailə problemləri,
onun gizli görüşləri, hamısı. Biz 12 nəfər idik və hər birimiz fərqli məlumat saxlayırdıq. Heç birimiz tam mənzərəni görmürdük. Amma hamımız bilirik ki, əgər bu məlumatlar birləşsə, İskəndər Həmidovun bütün sirləri üzə çıxacaq. Elxan deyir ki, 2008-ci ilin dekabrında onlara xüsusi tapşırıq verildi. İskəndər Həmidovun həbsxanada saxladığı bütün şəxsi əşyaları yoxlamaq və hər hansı gizli məlumat axtarmaq. Biz 3 gün kamerasını axtardıq, deyir o. Hər divarı, hər döşəmə lövhəsini, hər kitabı yoxladıq və nəhayət tapdıq. Onun köhnə kitablarından birinin içində kiçik bir kağız parçası var idi. Kağızda sadəcə 3 söz yazılmışdı. Tunelin sonu gözləyir. Bu 3 söz nə demək idi? Hansı tunel? Nə gözləyirdi? Və ən əsası, İskəndər Həmidov niyə bu mesajı gizlətmişdi? Bakının altında uzanan tunellər haqqında çox əfsanələr var. Bəziləri deyir ki, bu tunellər Sovet dövründən qalıb və hərbi məqsədlər üçün istifadə olunurdu. Digərləri isə iddia edir ki, bu tunellər daha qədim dövrlərdən qalıb və heç kim onların əsl məqsədini bilmir. Amma İskəndər Həmidov bu tunelləri çox yaxşı tanıyırdı. Çünki o, 90-cı illərdə bu tunellərin bəzilərini şəxsən yoxlamışdı. Niyə? Elxan izah edir. İskəndər Həmidov paranoyak idi. O həmişə düşünürdü ki, bir gün ona qarşı çevrilişi olacaq. Ona görə də o, qaçış yolları hazırlayırdı və bu tunellər onun qaçış planının bir hissəsi idi. Amma hansı tunellər? Bakının altında onlarla tunel var. Elxan deyir ki, Qrup 0 bu sualın cavabını tapmaq üçün aylarca araşdırma apardı. Biz köhnə arxivləri yoxladıq, keçmiş mühəndislərlə danışdıq, hətta yeraltı xəritələrə baxdıq və nəhayət bir şey tapdıq. İskəndər Həmidovun şəxsi arxivində bir xəritə var idi. Bu xəritədə Bakının mərkəzindən başlayıb, şəhərin kənarına qədər uzanan bir tunel göstərilirdi və bu tunelin sonu bir yerdə bitirdi. Köhnə neft quyusunda. Neft quyusu? Niyə məhz orada? Elxan deyir ki, onlar həmin neft quyusuna getdilər və axtarış apardılar. Biz quyunun dibində kiçik bir gizli otaq tapdıq. Otaqda metal qutu var idi. Qutuda isə sənədlər, fotoşəkillər və audio kasetlər var idi. Biz bu materialları götürdük və yuxarı çatdırdıq. Amma bir neçə gün sonra bizə əmr verildi. Bu materialları heç kimə göstərməyin və heç vaxt bu hadisə haqqında danışmayın. Niyə? Bu materiallarda nə var idi ki, sistem onları gizlətmək istəyirdi? Elxan deyir ki, o materialları götürməzdən əvvəl bir neçə sənədə baxmağa macal tapmışdı. Orada dəhşətli şeylər yazılmışdı, deyir o. Səsi titrəyir. 90-cı illərdə baş vermiş cinayətlər, siyasi qətillər, maliyyə fırıldaqları, hamısı. Və ən qorxuncu, bu cinayətlərdə iştirak edən insanların adları, çox güclü insanların adları. Bəziləri hələ də hakimiyyətdədir, bəziləri hələ də çox təsirlidir. Və əgər bu sənədlər üzə çıxsa, bütün sistem dağılacaq. Məhz ona görə sistem bu sənədləri məhv etmək istəyirdi. Amma İskəndər Həmidov ağıllı idi. O bilirdi ki, sistem bu sənədləri tapacaq. Ona görə də o surətlər hazırlamışdı. Elxan deyir ki, həmin metal qutuda kiçik bir qeyd də var idi. Qeyddə yazılmışdı. Bu yalnız birinci nüsxədir. İkinci nüsxə təhlükəsiz yerdədir. Üçüncü nüsxə isə elə bir yerdədir ki, heç kim tapa bilməz. Əgər mənə bir şey olarsa, bu nüsxələr avtomatik olaraq açıqlanacaq. Bu yalan idimi? Yoxsa İskəndər Həmidov həqiqətən belə bir mexanizm qurmuşdu? Sistem bu suala cavab tapmaq üçün İskəndər Həmidovu illər boyu işgəncələrə məruz qoydu. Amma o, heç vaxt cavab vermədi. O, heç vaxt ikinci və üçüncü nüsxələrin yerlini demədi. Çünki o bilirdi ki, bu onun yeganə sığorta polisidir. Əgər o bu sirri açıqlasa, onu dərhal məhv edəcəklər. Ona görə də o sustu. İllər boyu sustu və hələ də susur. Amma nə qədər? Nə qədər bu sükutu saxlaya biləcək? Və əgər o danışsa, nə baş verəcək? 2023-cü ilin avqustunda Elxan bizə daha bir şok məlumat verdi. O deyir ki, Qrup 0-ın üzvlərindən 3-ü artıq aramızda deyil. Biri 2011-ci ildə avtomobil qəzasında vəfat etdi. İkincisi, 2014-cü ildə ürək tutmasından öldü. Üçüncüsü isə 2018-ci ildə intihar etdi. Ən azı rəsmi versiya belədir. Elxan inanmır ki, bu ölümlər təsadüfidir. Biz hamımız bilirik ki, bu sistemin işidir. Sistem, Qrup 0-ın üzvlərini bir-bir məhv edir. Çünki biz çox şey bilirik və sistem istəmir ki, biz danışaq.
Elxan özü də qorxur. O deyir ki, hər gün arxasına baxır. Hər gecə qapısını 2 dəfə yoxlayır. Heç kimə inanmır. Mən bilirəm ki, onlar mənə də gələcəklər. Tezliklə və ya gec, amma gələcəklər. Ona görə də mən qərar verdim. Ölməzdən əvvəl həqiqəti danışım. İnsanlar bilsinlər ki, İskəndər Həmidovun arxasında nə gizlənir. İnsanlar bilsinlər ki, sistem necə işləyir. İnsanlar bilsinlər ki, biz hamımız təhlükədəyik. Amma Elxanın bu etirafları kifayətdirmi? O hər şey deyibmi? Yoxsa hələ də bir şeylər gizlədir? Biz bunu bilmirik. Amma bilirik ki, Elxan qorxur. Çox qorxur. Və bu qorxu onun gözlərində aydın görünür. Siz düşünün, bir insan nə qədər qorxmalıdır ki, ölməzdən əvvəl danışmağa qərar versin? Və bu qorxunun səbəbi nədir? 2023-cü ilin sentyabrında biz İskəndər Həmidovun keçmiş şəxsi həkimi ilə görüşdük. Doktor Ramiz Məmmədov, indi 72 yaşında təqaüdçü həkim, uzun müddət İskəndər Həmidovun sağlamlığını izləyib. O bizə dəhşətli faktlar açıqladı. İskəndər bəyin sağlamlıq vəziyyəti 90-cı illərin ortalarından pisləşməyə başladı, deyir doktor Ramiz. O yüksək təzyiqdən, mədə xoralarından və xroniki baş ağrılarından əziyyət çəkirdi. Amma ən pisi, onun əsəb sistemi tamamilə pozulmuşdu. O gecələr yata bilmirdi. Gündüzlər isə davamlı gərginlik içində idi. Mən ona müxtəlif dərmanlar yazdım, amma heç biri kömək etmədi. Doktor Ramiz deyir ki, İskəndər Həmidov ona bir dəfə demişdi. Doktor, mənim xəstəliyim fiziki deyil, mənim xəstəliyim mənəvidir. Mən hər gün öz vicdanımla mübarizə aparıram və bu mübarizə məni içdən yeyir. Bu sözlər nə demək idi? İskəndər Həmidovun vicdanı niyə narahat idi? Doktor Ramiz izah edir. İskəndər bəy çox şey görmüşdü, çox şey etmişdi və bu şeylər onun ruhunu məhv edirdi. O bilirdi ki, onun əmri ilə insanlar əziyyət çəkib, ailələr dağılıb, həyatlar məhv olub və bu bilgi onu hər gün biraz daha öldürürdü. Doktor Ramiz bizə İskəndər Həmidovun tibbi faylından bəzi səhifələr göstərdi. Bu səhifələrdə İskəndər Həmidova verilən dərmanların siyahısı var idi. Siyahı çox uzundur. Yatqızıcı həblər, ağrı kəsici dərmanlar, əsəb sakitləşdirici preparatlar, ürək dərmanları. O gündə 15-dən çox həb qəbul edirdi, deyir doktor Ramiz. Və bu həblər onu canlı saxlayırdı. Amma hansı həyat? O artıq yaşamırdı. O sadəcə mövcud idi. Dərmanlar sayəsində mövcud idi. Doktor Ramiz deyir ki, İskəndər Həmidovun ən böyük qorxusu ölüm deyildi. Onun ən böyük qorxusu aciz qalmaq idi. O deyirdi, doktor, mən ölməkdən qorxmuram. Amma qorxuram ki, bir gün oyanacağam və heç nə edə bilməyəcəm. Heç danışa bilməyəcəm. Heç hərəkət edə bilməyəcəm. Sadəcə yatıb, başqalarının mərhəmətinə qalacağam. Bu mənim üçün ölümdən dəhşətlidir. Və bu qorxu reallığa çevrildi. 2008-ci ildə həbsxanada İskəndər Həmidov kiçik bir insult keçirdi. O bir neçə gün danışa bilmədi. Doktor Ramiz deyir ki, o həbsxanaya çağırıldı və İskəndər Həmidovu müayinə etdi. Mən onu gördükdə şoka düşdüm, deyir o. O tamamilə başqa bir insan idi. Zəif, solğun, qorxmuş. Onun gözlərində dərin qorxu var idi. O mənə baxdı və dodaqlarını tərpətməyə çalışdı. Mən başa düşdüm ki, o bir şey demək istəyir. Mən ona yaxınlaşdım və qulaq asdım. O, çox zəif səslə dedi. Doktor, məni buradan çıxarın. Xahiş edirəm, məni buradan çıxarın. Amma doktor Ramiz heç nə edə bilmədi. Çünki ona əmr verilmişdi. İskəndər Həmidovu müalicə et, amma onu həbsxanadan çıxarma. Doktor Ramiz deyir ki, o İskəndər Həmidovun tibbi faylında çox qəribə qeydlər tapdı. Bəzi səhifələrdə yazılmışdı ki, İskəndər Həmidova xüsusi dərmanlar verilməlidir. Amma bu dərmanların adları tibbi terminologiyada yoxdur. Mən heç vaxt belə dərmanlar eşitməmişdim. Mən yuxarı soruşdum ki, bu nə dərmanlardır? Mənə dedilər ki, bu mənim işim deyil, sadəcə göstərişləri yerinə yetir. Doktor Ramiz şübhələnir ki, bu dərmanlar İskəndər Həmidovun şuuruna təsir edirdi. Bəlkə də ona yaddaşı zəiflədən dərmanlar verilirdi. Bəlkə də ona halüsinasiya yaradan preparatlar verilirdi. Mən bilmirəm. Amma bilirəm ki, bu dərmanlar normal tibbi müalicə deyildi. Bu eksperiment idi. İskəndər Həmidov üzərində eksperiment. Əgər bu doğrudursa, onda İskəndər Həmidova nə qədər dərman verildi? Neçə il bu eksperiment davam etdi?
Və bu eksperimentin nəticələri nə oldu? Doktor Ramiz cavab verə bilmir. Çünki o yalnız bir hissəsini görüb. Tam mənzərəni heç kim görmüb. Yoxsa görüb və susmağı seçib. Biz bunu bilmirik. Amma bilirik ki, İskəndər Həmidovun bədəni elmin qurbanı oldu. Onun beyni, onun əsəbləri, onun ruhu, hamısı sınaq obyektinə çevrildi. Və bu ən dəhşətli cinayətdir. Çünki bu, insanı insan olmaqdan məhrum edir. Bu onu sadəcə materiala çevirir. Və İskəndər Həmidov məhz bu materiala çevrildi. 2024-cü ilin yanvarında Doktor Ramiz bizə son bir məlumat verdi. O deyir ki, İskəndər Həmidovun tibbi faylında bir səhifə var ki, bu səhifə heç vaxt rəsmi qeydlərə daxil edilməyib. Mən bu səhifəni təsadüfən tapdım, deyir o. Səhifədə yazılmışdı ki, İskəndər Həmidovun beyində kiçik bir şiş aşkar edilib. Şiş xoşxassəli idi, amma o, İskəndər Həmidovun davranışına təsir edirdi. Şiş beynin o hissəsində yerləşirdi ki, bu qorxu və yaddaşı idarə edir. Və ən maraqlısı, şişin yaranma tarixi. Şiş təxminən 2008-ci ildə yaranıb, məhz həbsxanaya düşdükdən sonra. Bu təsadüfdürmü? Yoxsa şiş süni olaraq yaradılıb? Doktor Ramiz cavab verə bilmir. Amma o şübhələnir ki, İskəndər Həmidova həbsxanada nəsə edilib ki, bu şiş yaranıb. Bəlkə ona radiasiya təsir göstərilib. Bəlkə ona kimyəvi maddələr verilib. Mən bilmirəm. Amma bilirəm ki, bu şiş təbii yolla yaranmayıb. Əgər bu doğrudursa, onda İskəndər Həmidovun beyni qəsdən zədələnib. Onun yaddaşı, onun şuuru, onun şəxsiyyəti qəsdən məhv edilib. Və bu ən böyük cinayətdir. Çünki bu insanı tamamilə yox edir. Fiziki yox, amma mənəvi cəhətdən. Və İskəndər Həmidov məhz bu yoxluğa məhkum edilib. O hələ də yaşayır. Amma o, artıq İskəndər Həmidov deyil. O sadəcə kölgədir. Keçmişin kölgəsi. Və bu kölgə heç vaxt işıqla qarşılaşmayacaq. Siz düşünün, bir insanın beyni qəsdən məhv edilə bilərmi? Və əgər edilə bilirsə, bu necə cinayətdir? 2024-cü ilin fevralında biz çox gözlənilməz bir məlumat əldə etdik. Keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində işləyən bir əməkdaş, adını Nigar qoyaq, bizə məxfi sənədlər göstərdi. Bu sənədlər İskəndər Həmidov haqqında aparılan gizli əməliyyatları əks etdirir. Nigar deyir ki, o bu sənədləri təsadüfən tapdı. Mən arxivdə köhnə faylları təmizləyirdim, deyir o. Və birdən bir qovluq tapdım ki, bu qovluqda əməliyyat Bozqurd yazılmışdı. Mən qovluğu açdım və içindəki sənədləri oxudum. Şoka düşdüm. Orada yazılanlar inanılmaz idi. Nigar bizə bu sənədlərdən bəzilərinin surətlərini verdi. Biz bu sənədləri oxuyanda başa düşdük ki, İskəndər Həmidova qarşı aparılan əməliyyat çox daha mürəkkəb və daha dəhşətli idi. Sənədlərdə yazılırdı ki, İskəndər Həmidovu sındırmaq üçün xüsusi psixoloji proqram hazırlanıb. Bu proqram 3 mərhələdən ibarət idi. Birinci mərhələ fiziki təcrid. İskəndər Həmidov tamamilə təcrid edilməli idi. Heç kim onunla danışmamalı idi. Heç kim ona kömək etməməli idi. O, tamamilə tək qalmalı idi. İkinci mərhələ mənəvi təzyiq. İskəndər Həmidova ailə üzvləri ilə bağlı hədə-qorxular verilməli idi. Ona göstərilməli idi ki, onun ailə üzvləri təhlükədədir. Üçüncü mərhələ psixoloji sındırma. İskəndər Həmidova elə bir şey göstərilməli idi ki, o tamamilə sınsın, onun iradəsi qırılsın, onun şəxsiyyəti məhv olsun. Sənədlərdə həmçinin yazılırdı ki, bu proqramı kim hazırlayıb? Proqramı hazırlayan qrup 3 nəfərdən ibarət idi. Bir psixoloq, bir həkim və bir kəşfiyyat zabiti. Psixoloq proqramın psixoloji hissəsini hazırladı. Həkim proqramın tibbi hissəsini hazırladı. Kəşfiyyat zabiti isə proqramın icra hissəsini hazırladı. Və bu 3 nəfər birlikdə İskəndər Həmidovu məhv etmək üçün mükəmməl bir plan hazırladılar. Nigar deyir ki, sənədlərdə bu 3 nəfərin adları da yazılıb. Amma mən bu adları sizə deyə bilmərəm, deyir o. Çünki bu insanlar hələ də çox güclüdürlər. Və əgər onlar bilsələr ki, mən sizə bu məlumatı verdim, məni məhv edəcəklər. Nigar qorxur, çox qorxur. Amma o qərar verdi ki, həqiqət üzə çıxmalıdır. İnsanlar bilməlidir ki, İskəndər Həmidova nə edildi, deyir o. İnsanlar bilməlidir ki, sistem necə işləyir. İnsanlar bilməlidir ki, biz hamımız təhlükədəyik. Amma Nigarın bu cəsarəti ona nə qədər başa gələcək? O bu sənədləri bizə verməklə öz həyatını riskə atdı
və biz bilirik ki, sistem ona qarşı hərəkət edəcək. Tezliklə və ya gec, amma hərəkət edəcək. Və biz heç nə edə bilməyəcəyik. Çünki sistem çox güclüdür. Sistem hər şeyi nəzarət edir. Sistem heç kimi bağışlamır. Sənədlərdə ən şok edici məlumat isə budur. İskəndər Həmidova qarşı aparılan bu əməliyyat yalnız ona qarşı deyildi. Bu əməliyyat eyni zamanda başqalarına da mesaj idi. Mesaj sadə idi. Əgər siz sistemə qarşı çıxsanız, sizin aqibətiniz də İskəndər Həmidov kimi olacaq. Sənədlərdə yazılırdı ki, İskəndər Həmidovun həbsxana həyatı qəsdən çətin edildi. Ona qəsdən işgəncələr verildi. Ona qəsdən psixoloji təzyiqlər göstərildi. Məqsəd sadə idi. Onu elə bir hala gətirmək ki, o başqaları üçün ibrət olsun. Və sistem bu məqsədə çatdı. İskəndər Həmidov ibrət oldu. O göstərdi ki, sistem nə qədər güclüdür. O göstərdi ki, sistemə qarşı çıxmaq nə qədər təhlükəlidir. O göstərdi ki, sistem heç kimi bağışlamır. Və bu mesaj çox təsirli oldu. Çünki İskəndər Həmidovdan sonra heç kim sistemə qarşı çıxmağa cəsarət etmədi. Hamı sustu, hamı qorxdu. Hamı başa düşdü ki, sistem toxunulmazdır. Və bu, sistemin ən böyük qələbəsi idi. Sistem İskəndər Həmidovu məhv etməklə yalnız onu məhv etmədi. Sistem bütün cəmiyyəti məhv etdi. Bütün cəmiyyəti qorxutdu. Bütün cəmiyyəti susturdu. Və bu qorxu hələ də davam edir. Hələ də insanlar qorxurlar. Hələ də insanlar susurlar. Hələ də insanlar başa düşürlər ki, sistem toxunulmazdır. Nigar bizə daha bir məlumat verdi. O deyir ki, sənədlərdə İskəndər Həmidovun gündəliyindən yoxa çıxan 3 səhifə haqqında da məlumat var. Sənədlərdə yazılırdı ki, həmin 3 səhifə qəsdən məhv edildi, deyir Nigar. Çünki o səhifələrdə İskəndər Həmidov sistemin ən qaranlıq sirlərini yazmışdı. O yazmışdı ki, ona o məşum gecə nə göstərildi? O yazmışdı ki, ona hansı hədə qorxular verildi? O yazmışdı ki, o niyə sındı? Və ən əsası, o yazmışdı ki, arxivin 2-ci və 3-cü nüsxələri harda saxlanılır? Bu məlumat doğrudurmu? Yoxsa bu, sistemin növbəti oyunudur? Nigar bilmir. Amma o inanır ki, İskəndər Həmidov həqiqətən arxivin yerini o 3 səhifədə yazmışdı. Ona görə də sistem o səhifələri məhv etdi, deyir o. Çünki əgər o səhifələr üzə çıxsa, arxivin yeri məlum olacaq və əgər arxiv tapılsa, bütün sistem dağılacaq. Amma o 3 səhifənin surəti varmı? Kimsə o səhifələri oxuyubmu? Və əgər oxuyubsa, o məlumatlar indi hardadır? Nigar cavab verə bilmir. Amma o ümid edir ki, kimsə o səhifələrin surətini saxlayıb. Bəlkə də keçmiş həbsxana əməkdaşlarından biri, deyir o. Bəlkə də Qrup 0-ın üzvlərindən biri. Bəlkə də tamamilə başqa bir şəxs. Mən bilmirəm. Amma ümid edirəm ki, o surət mövcuddur və bir gün o üzə çıxacaq. Siz inanırsınızmı bu ümidə? Siz düşünürsünüzmü ki, həqiqət bir gün üzə çıxacaq? Yoxsa siz düşünürsünüz ki, sistem həmişə qalib gələcək? İlk dəfə 35 il ərzində İskəndər Həmidovun şəxsi mühafizəsində olan adam kameralar qarşısında danışmağa razılaşdı. Onun adı Telman Hüseynovdu və o 90-cı illərdə İskəndər Həmidovun ən yaxın adamlarından biri idi. Telman müəllim indi 64 yaşındadır və onun əlləri bu müsahibə zamanı dayanmadan titrəyir. Mən İskəndər bəyi 12 il qorudum, deyir o, səsi boğulur. Mən onun hər addımını bilirdim, hər görüşünü bilirdim, hər sirrini bilirdim. Və məhz ona görə mən bu gün buradayam. Çünki mən bilirəm ki, ona nə edildi və kim etdi. Telman müəllim bizə deyir ki, 2008-ci ilin noyabrında İskəndər Həmidov həbs edilməzdən bir həftə əvvəl ona qəribə bir zəng gəldi. Zəng gecə saat 3-də gəldi və zəng edən şəxs özünü təqdim etmədi. O sadəcə dedi, Telman, sən İskəndər Həmidovu çox yaxşı tanıyırsan və biz sənin köməyinə ehtiyacımız var. Əgər kömək etsən, sənə yaxşı ödəniş edəcəyik. Əgər kömək etməsən, sənin ailən təhlükədə olacaq. Telman müəllim o gecə heç yatmadı. O düşündü, tərəddüd etdi, qorxdu. Amma səhər o qərar verdi. O İskəndər Həmidovu satmayacaq. Mən ona dedim ki, mən heç nə bilmirəm və heç bir köməyə ehtiyacım yoxdur, deyir Telman müəllim. Amma o güldü və dedi, sən səhv edirsən, çox böyük səhv və bu səhv sənə baha başa gələcək. Bir həftə sonra İskəndər Həmidov həbs edildi və Telman müəllim başa düşdü ki,
O zəng təsadüfi deyildi. Sistem artıq hər şeyi planlaşdırmışdı. Sistem artıq bilirdi ki, İskəndər Həmidov həbs ediləcək və sistem İskəndər Həmidovun ən yaxın adamlarını öz tərəfinə çəkməyə çalışırdı. Telman müəllim bizə daha şok edici bir məlumat verdi. O deyir ki, İskəndər Həmidov həbs edilməzdən bir gün əvvəl ona bir zərf verdi. O mənə dedi, Telman, bu zərfi saxla, heç kimə göstərmə, heç kimə demə və əgər mənə bir şey olarsa, bu zərfi açıqla. Telman müəllim o zərfi indi də saxlayır. O bizə zərfi göstərdi, amma açmadı. Mən vəd verdim ki, yalnız düzgün vaxt gələndə açacağam, deyir o. Və mən hiss edirəm ki, o vaxt yaxınlaşır. Zərfdə nə var? Telman müəllim bilmir. Amma o şübhələnir ki, zərfdə İskəndər Həmidovun ən böyük sirri var. Bəlkə arxivin yeri, bəlkə sistemin ən qaranlıq sirləri, bəlkə tamamilə başqa bir şey, mən bilmirəm. Amma bilirəm ki, İskəndər bəy mənə inanırdı və o bu zərfi mənə təsadüfən vermədi. Telman müəllim deyir ki, həbs ediləndən sonra İskəndər Həmidov ona bir dəfə həbsxanadan məktub göndərdi. Məktubda yalnız bir cümlə var idi. Zərfi saxla, vaxt gələndə biləcəksən. Bu cümlə nə demək idi? Hansı vaxt? Necə biləcək? Telman müəllim cavab verə bilmir, amma o gözləyir. 16 ildir gözləyir və o inanır ki, tezliklə həqiqət üzə çıxacaq. Mən bilirəm ki, İskəndər bəy hər şeyi planlaşdırıb, deyir o. O bilirdi ki, onu məhv edəcəklər. Amma o həmçinin bilirdi ki, həqiqət məhv edilə bilməz. Həqiqət həmişə üzə çıxır. Tez ya geç, amma üzə çıxır. Telman müəllim bizə İskəndər Həmidovun son günləri haqqında da danışdı. O deyir ki, həbs edilməzdən bir neçə gün əvvəl İskəndər Həmidov çox qəribə davranırdı. O sanki hər şeyi bilirdi, deyir Telman müəllim. O sanki gözləyirdi. O öz kabinetində oturub sənədləri yandırırdı. Saatlarla sənədləri yandırırdı. Mən ona soruşdum. İskəndər bəy, nə edirsiniz? O mənə baxdı və dedi, mən iz silirəm. Amma bəzi izlər heç vaxt silinmir. Onlar həmişə qalır və bir gün onlar tapılacaq. Telman müəllim o vaxt başa düşmədi ki, İskəndər Həmidov nə demək istəyir. Amma indi başa düşür. O sistemə mesaj göndərirdi, deyir o. O deyirdi ki, bəli, siz məni məhv edə bilərsiniz, amma mənim sirlərimi məhv edə bilməzsiniz. Çünki mən onları elə yerlərdə saxlayıram ki, siz heç vaxt tapa bilməyəcəksiniz. Və sistem bu mesajı aldı. Məhz ona görə İskəndər Həmidova qarşı bu qədər amansız əməliyyat aparıldı. Məhz ona görə onu bu qədər işgəncələrə məruz qoydular. Məhz ona görə onu tamamilə sındırmağa çalışdılar. Çünki sistem bilirdi ki, İskəndər Həmidov sadəcə bir adam deyil, o bombaydı. Tikən saatlı bomba və bu bomba istənilən vaxt partlaya bilərdi. Telman müəllim bizə daha bir sir açıqladı. O deyir ki, İskəndər Həmidovun arxivində yalnız siyasi sənədlər yox idi. Orada həmçinin şəxsi məktublar, ailə fotoşəkilləri və şəxsi gündəliklər də var idi, deyir o. İskəndər bəy hər şeyi yazırdı. Hər görüşü, hər danışığı, hər qərarı. O bilirdi ki, bir gün bu qeydlər lazım olacaq və o haqlı çıxdı. Telman müəllim deyir ki, İskəndər Həmidov ona bir dəfə demişdi. Telman, tarix hər şeyi unutmur. Tarix hər şeyi xatırlayır. Və mən istəyirəm ki, tarix mənim versiyamı da eşitsin. Təkcə sistemin versiyasını yox. Bu sözlər Telman müəllimi çox təsirləndirdi. Mən başa düşdüm ki, İskəndər bəy sadəcə özünü qorumaq istəmir, deyir o. O həqiqəti qorumaq istəyir. O istəyir ki, gələcək nəsillər bilsinlər ki, 90-cı illərdə Azərbaycanda nələr baş verdi. Kim idi, kim nə etdi və kim nə üçün məhv edildi. Amma bu həqiqət heç vaxt üzə çıxacaqmı? Telman müəllim inanır ki, çıxacaq. Mən bilirəm ki, İskəndər bəy hər şeyi düşünüb, deyir o. O bilirdi ki, sistem onu məhv edəcək. Amma o həmçinin bilirdi ki, həqiqət məhv edilə bilməz və o düzgün idi. Siz inanırsınızmı Telman müəllimin sözlərinə? Siz düşünürsünüzmü ki, İskəndər Həmidovun arxivi həqiqətən mövcuddur? Və əgər mövcuddursa, o harda ola bilər? 2024-cü ilin martında biz ən gözlənilməz şahidlə görüşdük. Bu şahid İskəndər Həmidovun həbsxanada olduğu dövrdə ona ən yaxın olan insandır. Bu şahid onun hər gününü, hər gecəsini, hər düşüncəsini bilir. Bu şahid İskəndər Həmidovun o məşum gecədə nə yaşadığını bilir. Və bu şahid indi ilk dəfə danışmağa hazırdır. Onun adı Leyla Əliyevadır və o 2008-ci ildən 2012-ci ilə qədər
Bakı təcridxanasında psixoloq kimi işləyib. Leyla xanım indi 50 yaşındadır və onun gözlərində dərin kədər var. Mən İskəndər Həmidovla 4 il işlədim, deyir o. Səsi titrəyir. Mən onu hər həftə görürdüm. Onunla danışırdım. Onun problemlərini dinləyirdim. Və mən gördüm ki, o hər gün biraz daha ölür. Fiziki yox, mənəvi cəhətdən ölür. Leyla xanım bizə deyir ki, İskəndər Həmidovla ilk görüşü çox təsirli olub. O mənim kabinetimə daxil oldu və mənə baxdı. Onun baxışında elə bir şey var idi ki, mən heç vaxt unutmayacam. Dərin, sonsuz, ümidsiz kədər. O oturdu və dedi, doktor, siz mənə kömək edə bilməzsiniz. Çünki mənim problemim psixoloji deyil. Mənim problemim ekzistensial. Leyla xanım o vaxt başa düşmədi ki, İskəndər Həmidov nə demək istəyir. Amma indi başa düşür. O demək istəyirdi ki, onun problemi sadəcə həbsxanada olmaq deyil, izah edir Leyla xanım. Onun problemi öz mövcudluğunun mənasını itirməkdir. O özünü tamamilə boş hiss edirdi. Sanki onun içində heç nə qalmamışdı. Sanki onun ruhu əlindən alınmışdı. Leyla xanım deyir ki, o İskəndər Həmidova müxtəlif terapiya üsulları tətbiq etməyə çalışdı. Amma heç biri işləmədi. Çünki onun problemi müalicə oluna bilən problem deyildi, deyir o. Onun problemi sistemin yaratdığı problemidir və sistem mövcud olduqca bu problem də mövcud olacaqdı. Leyla xanım bizə İskəndər Həmidovun o məşhum gecə haqqında da danışdı. O deyir ki, həmin gecədən sonra İskəndər Həmidov tamamilə dəyişdi. Mən onu növbəti həftə gördükdə şoka düşdüm, deyir o. O sanki başqa bir insan idi. Onun gözlərində artıq heç nə yox idi. Nə kədər, nə qəzəb, nə ümid, heç nə. Sadəcə boşluq, dərin, qara, sonsuz boşluq. Leyla xanım bizə deyir ki, o İskəndər Həmidovdan o gecə nə baş verdiyini soruşmağa çalışdı. Amma o cavab vermədi. O sadəcə mənə baxdı və başını buladı, deyir Leyla xanım. Mən israr etdim. Dedim, İskəndər bəy, mən sizə kömək etmək istəyirəm, amma bunun üçün bilməliyəm ki, sizə nə oldu? O uzun müddət sustu. Sonra dedi, doktor, bəzi şeyləri bilməmək daha yaxşıdır. Çünki bilirsənsə, yaşaya bilməzsən. Mən bildim və indi yaşaya bilmirəm. Bu sözlər Leyla xanımı çox təsirləndirdi. O başa düşdü ki, İskəndər Həmidova o gecə elə bir şey göstərilib və ya deyilib ki, o tamamilə sınıb. Mən düşündüm ki, bəlkə ona ailə üzvləri ilə bağlı hədə-qorxular verilib, deyir Leyla xanım. Bəlkə ona fotoşəkillər göstərilib. Bəlkə ona deyilib ki, ailə üzvləri təhlükədədir. Amma sonra mən başa düşdüm ki, bu, bundan daha dəhşətli bir şeydir. Nə idi bu dəhşətli şey? Leyla xanım cavab verə bilmir. Amma o şübhələnir ki, İskəndər Həmidova o gecə elə bir həqiqət açıqlanıb ki, bu həqiqət onun bütün dünyasını dağıdıb. Bəlkə ona deyilib ki, onun ən yaxın dostu onu satıb, deyir Leyla xanım. Bəlkə ona deyilib ki, onun ailə üzvlərindən biri sistemlə əməkdaşlıq edir. Bəlkə ona tamamilə başqa bir şey deyilib, mən bilmirəm. Amma bilirəm ki, bu həqiqət onu tamamilə məhv etdi. Leyla xanım bizə İskəndər Həmidovun həbsxana gündəliyindən bəzi parçalar oxudu. Bu parçalar İskəndər Həmidovun daxili dünyasını göstərir. Mən artıq bilmirəm kim mənəm, yazır İskəndər Həmidov. Mən artıq bilmirəm nə istəyirəm. Mən artıq bilmirəm niyə yaşayıram. Mən sadəcə mövcudam və bu mövcudluq məni hər gün biraz daha öldürür. Başqa bir qeyddə o yazır. Mən düşünürəm ki, ölüm xilasdır, amma mən ölə bilmirəm. Çünki mən bilirəm ki, əgər ölsəm, həqiqət də mənimlə birlikdə öləcək və mən buna icazə verə bilmərəm. Daha bir qeyddə o yazır. Onlar məndən hər şey aldılar, amma bir şey ala bilmədilər. Ümidimi. Mən hələ də ümid edirəm ki, bir gün həqiqət üzə çıxacaq. Bir gün hamı biləcək ki, mənə nə edildi və bir gün ədalət bərpa olunacaq. Bu qeydlər göstərir ki, İskəndər Həmidov tamamilə sınmayıb. Onun içində hələ də kiçik bir ümid işığı yanır və bu işıq onu canlı saxlayır. Leyla xanım deyir ki, məhz bu ümid İskəndər Həmidovu 14 il həbsxanada saxladı. Əgər bu ümid olmasaydı, o çoxdan ölmüşdü, deyir o. Amma o yaşadı. Çünki o bilirdi ki, onun missiyası hələ bitməyib. Leyla xanım bizə son bir məlumat verdi. O deyir ki, İskəndər Həmidov azadlığa buraxılmazdan bir həftə əvvəl ona bir şey dedi. O mənə dedi, doktor, mən tezliklə buradan gedəcəm. Amma mən sizə bir şey demək istəyirəm.
Əgər mənə bir şey olarsa, əgər mən qəfil ölsəm, bilməlisiniz ki, bu təsadüf deyil. Bu sistemin işidir və bilməlisiniz ki, mənim arxivim mövcuddur. O təhlükəsiz yerdədir və bir gün o tapılacaq. Leyla xanım o vaxt bu sözləri ciddi qəbul etmədi, amma indidir. Mən başa düşürəm ki, İskəndər bəy mənə mesaj göndərirdi, deyir o. O istəyirdi ki, kimsə bilsin, kimsə xatırlasın, kimsə axtarsın. Və mən indi axtarıram. Mən bilmirəm harda axtarmalıyam, amma axtarıram. Çünki mən inanıram ki, həqiqət tapılmalıdır. Leyla xanımın bu sözləri bizə ümid verir. Bəlkə də həqiqətən İskəndər Həmidovun arxivi mövcuddur. Bəlkə də o, təhlükəsiz yerdə saxlanılır. Bəlkə də bir gün o tapılacaq və o gün gələndə bütün Azərbaycan tarixini yenidən yazmaq lazım gələcək. Siz hazırsınızmı bu günə? Siz hazırsınızmı öyrənməyə ki, 90-cı illərdə Azərbaycanda həqiqətən nələr baş verdi? 2024-cü ilin aprelində biz ən şok edici məlumat əldə etdik. Keçmiş Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti, adını açıqlamaq istəməyən şahid, bizə İskəndər Həmidovun həbsxanada keçirdiyi son günlər haqqında danışdı. Bu şahid deyir ki, İskəndər Həmidov azadlığa buraxılmazdan bir ay əvvəl çox qəribə davranmağa başladı. O sanki bir şey gözləyirdi, deyir şahid. O hər gün pəncərədən çölə baxırdı. Sanki kimsə gələcəkdi. Sanki bir şey baş verəcəkdi. Şahid deyir ki, İskəndər Həmidov o dövrdə mühafizəçilərə qəribə suallar verirdi. O soruşurdu, bugün hansı tarixdir? Ayın neçəsidir? İlin hansı fəslidir? Mühafizəçilər təəccüblənirdilər. Çünki İskəndər Həmidov heç vaxt belə suallar verməzdi. Şahid şübhələnir ki, İskəndər Həmidov müəyyən bir tarixi gözləyirdi. Bəlkə o bilirdi ki, müəyyən bir tarixdə bir şey baş verəcək, deyir o. Bəlkə o planlaşdırmışdı ki, müəyyən bir tarixdə arxivi açıqlanacaq. Mən bilmirəm. Amma bilirəm ki, o bir şey gözləyirdi. Şahid bizə daha şok edici məlumat verdi. O deyir ki, İskəndər Həmidov azadlığa buraxılmazdan bir həftə əvvəl ona sirli bir ziyarətçi gəldi. Bu ziyarətçi heç bir rəsmi qeydiyyatdan keçmədi, deyir şahid. O gecə gəldi və səhərə yaxın getdi. Heç kim bilmir o kim idi. Heç kim bilmir o nə istəyirdi. Amma bilirəm ki, o ziyarətdən sonra İskəndər Həmidov çox rahatladı. Sanki o gözlədiyi xəbər almışdı. Şahid şübhələnir ki, həmin ziyarətçi İskəndər Həmidova müjdə vermişdi. Bəlkə o demişdi ki, arxiv təhlükəsizdir, deyir şahid. Bəlkə o demişdi ki, plan işləyir. Bəlkə o demişdi ki, tezliklə hər şey üzə çıxacaq. Mən bilmirəm. Amma bilirəm ki, İskəndər Həmidov o ziyarətdən sonra tamamilə dəyişdi. O artıq qorxmurdu. O artıq narahat değildi. O sanki qələbə qazanmışdı. Amma hansı qələbə? Şahid cavab verə bilmir. Amma o inanır ki, İskəndər Həmidov son oyununu qazandı. Sistem düşünürdü ki, İskəndər Həmidovu məhv etdi, deyir şahid. Amma İskəndər Həmidov sistemdən bir addım qabaqdaydı. O hər şey planlaşdırmışdı. Və indi biz onun planının nəticələrini görürük. Şahid bizə İskəndər Həmidovun azadlığa buraxıldığı gün haqqında da danışdı. O gün çox qəribə idi, deyir o. İskəndər Həmidov həbsxanadan çıxanda heç təəccüblənmədi, heç sevinmədi, heç ağlamadı. O sadəcə çıxdı və getdi. Sanki o bilirdi ki, bu baş verəcək. Sanki o gözləyirdi. Şahid deyir ki, İskəndər Həmidov həbsxanadan çıxarkən kiçik bir çamadan götürdü. Çamadanda nə var idi, heç kim bilmir, deyir şahid. Amma mən şübhələnirəm ki, orada çox vacib bir şey var idi. Bəlkə açar, bəlkə kod, bəlkə xəritə. Mən bilmirəm. Amma bilirəm ki, İskəndər Həmidov o çamadanı çox diqqətlə qoruyurdu. Şahid həmçinin deyir ki, İskəndər Həmidov həbsxanadan çıxarkən mühafizəçilərə bir şey dedi. O dedi, təşəkkür edirəm. Siz öz işinizi etdiniz. İndi mən öz işimi edəcəyəm. Bu sözlər nə demək idi? Şahid bilmir. Amma o şübhələnir ki, İskəndər Həmidov planının son mərhələsinə başlayırdı. O 14 il gözlədi, deyir şahid. O işgəncələrə dözdü. O alçaldılmalara dözdü. O hər şeyə dözdü. Çünki o bilirdi ki, bir gün azad olacaq. Və o gün gələndə o hər şeyi edəcək. Şahid bizə son bir məlumat verdi və bu məlumat hər şeyi dəyişir. O deyir ki, İskəndər Həmidov həbsxanadan çıxdıqdan sonra birbaşa müəyyən bir ünvana getdi.
Biz onu izlədik, etiraf edir şahid. Biz gördük ki, o şəhərin kənarındakı köhnə bir binaya getdi. O binanın içinə daxil oldu və təxminən 2 saat orada qaldı. Sonra çıxdı və evə getdi. Amma o çamadanı götürmədi. Çamadan binada qaldı. Şahid deyir ki, onlar həmin binaya daxil olmağa çalışdılar. Amma bina boş idi. Heç nə tapmadıq, deyir o. Heç bir çamadan, heç bir sənəd, heç bir məlumat. Sanki İskəndər Həmidov hər şeyi götürüb aparmışdı. Yoxsa biz düzgün yerdə axtarmamışdıq? Şahid inanır ki, İskəndər Həmidov çamadanı başqa yerə köçürdü. O bilirdi ki, biz onu izləyirik, deyir şahid. Və o bizə yalan iz göstərdi. O bizi çaşdırdı və indi biz bilmirik ki, çamadan harda. Amma çamadanda nə var idi? Şahid cavab verə bilmir. Amma o şübhələnir ki, çamadanda İskəndər Həmidovun bütün arxivinin açarı var idi. Bəlkə kod, bəlkə koordinatlar, bəlkə təlimat. Mən bilmirəm, amma bilirəm ki, o çamadan çox vacibdir və İskəndər Həmidov onu çox yaxşı gizlətdi. İndi sual yaranır. O çamadan harda? Kim onu saxlayır? Və nə vaxt o açılacaq? 2024-cü ilin mayında İskəndər Həmidovun hekayəsi yeni mərhələyə daxil oldu. O artıq həbsxanada deyil. O artıq təcrid olunmayıb. O azaddır. Amma bu azadlıq ona nə verdi? O evə qayıtdı. Ailə üzvləri ilə görüşdü. Normal həyata başladı. Amma o həqiqətən normal həyat yaşayırmı? Onun qonşuları deyirlər ki, İskəndər Həmidov çox sakit yaşayır. O heç kimə zərər vermir. Heç kimlə mübahisə etmir. Heç nə tələb etmir. O sadəcə evdə oturur və pəncərədən çölə baxır. Bəzən o kiçik bir dəftərə bir şeylər yazır. Bəzən o köhnə fotoşəkillərə baxır. Bəzən o sadəcə oturub düşünür. Ailə üzvləri narahatdırlar. Onlar deyirlər ki, İskəndər Həmidov artıq əvvəlki İskəndər Həmidov deyil. O artıq o güclü, qorxmaz, qəzəbli general deyil. O sadəcə yorğun, xəstə, tənha bir qocadır. Amma onun gözlərində hələ də bir şey var. Kiçik bir işıq, kiçik bir ümid, kiçik bir sir. Və bu sir hər kəsi narahat edir. Sistem də narahatdır. Sistem hələ də İskəndər Həmidovu izləyir. Hələ də onun hər addımını qeyd edir. Hələ də onun hər hərəkətini təhlil edir. Çünki sistem bilir ki, İskəndər Həmidov hələ də təhlükəlidir. O hələ də bir şey bilir. O hələ də bir şey gizlədir. O hələ də bir şey planlaşdırır. Və sistem qorxur. Sistem qorxur ki, bir gün İskəndər Həmidov danışacaq. Bir gün o arxivini açıqlayacaq. Bir gün o, bütün sirləri ifşa edəcək. Və o gün gələndə sistem dağılacaq. Ona görə də sistem hazırdır. Sistem gözləyir. Sistem izləyir. Və sistem hər an hücuma keçməyə hazırdır. Amma İskəndər Həmidov da hazırdır. O 14 il hazırlandı. O hər şeyi planlaşdırdı. O hər ehtimalı nəzərə aldı. Və o gözləyir. O düzgün vaxtı gözləyir. Və o vaxt gələndə hər şey dəyişəcək. İndi açıq qalan suallar var. Çox suallar. İskəndər Həmidovun arxivi həqiqətən mövcuddurmu? Əgər mövcuddursa, harda saxlanılır? Kim onu qoruyur? Nə vaxt o açıqlanacaq? Və ən əsası, o arxivdə nə var? Hansı sirlər? Hansı sənədlər? Hansı sübutlar? Biz bu sualların cavablarını bilmirik. Amma bilirik ki, cavablar mövcuddur. Bilirik ki, həqiqət bir yerdədir. Bilirik ki, tezliklə və ya gec, amma həqiqət üzə çıxacaq. Çünki həqiqət heç vaxt tamamilə gizlədilə bilməz. Həqiqət həmişə yol tapır. Həqiqət həmişə üzə çıxır. Və İskəndər Həmidovun həqiqəti də üzə çıxacaq. Bəlkə sabah, bəlkə bir ay sonra, bəlkə bir il sonra. Amma çıxacaq. Və o gün gələndə biz hamımız biləcəyik ki, 90-cı illərdə Azərbaycanda həqiqətən nələr baş verdi? Kim kim idi? Kim nə etdi? Və kim nə üçün məhv edildi? İskəndər Həmidovun hekayəsi hələ bitməyib. O hələ davam edir. Hər gün yeni faktlar üzə çıxır. Hər gün yeni şahidlər danışır. Hər gün yeni sənədlər tapılır. Və biz bu hekayəni izləməyə davam edəcəyik. Biz həqiqəti axtarmağa davam edəcəyik. Biz suallar verməyə davam edəcəyik. Çünki biz inanırıq ki, hər kəs həqiqəti bilmək hüququna malikdir. Hər kəs öz tarixini bilmək hüququna malikdir. Hər kəs öz ölkəsində nələr baş verdiyini bilmək hüququna malikdir. Və biz bu hüququ qoruyacağıq.
İstər sistem istəsin, istərsə də istəməsin. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə yazın hansı şəhərdən izləyirsiniz. Bizim üçün çox vacibdir bilmək ki, İskəndər Həmidov harda hələ də xatırlanır. Və kanala abunə olmağı unutmayın ki, tarixin həqiqi üzü haqqında yeni videolarımızı qaçırmayasınız.